iştirakçıları, bugün bu işıklı, güzel salonda Respublika ictimaiyyətinin, xüsusilə də xanımların qaymağının toplaşdığı bir məclisdə əlamətdar iki hadisənin təqdimatına geçmişim. Bunlardan birincisi, tanınmış yazıcı, publisist, ictimai xadim Dilarə xanım, deməli, Dilarə Ağamusa Nağıyeva, Muxtarova 85 illik yubileyi tədbiridir. İkincisi isə onun 10-cu kitabı olan, sayca 10-cu kitabı olan Tarix Yaşadan Binalar kitabının təqdimatına girişmişim. Yubiley haqqında danışmazdan, onu daha geniş təbrik etməzdən öncə, bu gözəl yay günündə artıq, yayın başlanğıcıdır. Bu işıqlı salonda Qarabağımızın simvolu, Azərbaycan xanımlığının rəmzi olan Xurşidbanu Natəvanın adını daşıyan çoxlu sayda belə tədbirləri, minlərlə belə tədbirləri yola salan Natəvan zalında bu tədbiri keçirmək üçün canından keçən, həyatını bizə qurban verən, bizim adımızı məğlub xalqdan qalib xalqa çevirən ölməz şəhidlərimizin xatirəsini bir dəqiqəsi yuxlayalım. Allah rəhmət etsin. Çox hörmətli Dilarə xanım, mən sizi əlamətdar hadisələr əlamətdar hadisələr həm 85 illik yubileyiniz, həm də 10-cu kitabınızın, Tarix Yaşadan Binalar kitabınızın işıq üzü görməyi münasibəti ilə hamımızın adından, sizi tanıyan və şəxsən tanımayan Respublika ictimaiyyəti nümayəndələri adından böyük xeyriyyətçi biznesmenimiz, neft xudalarımızdan biri olan Ağamusa Nağıyevin qanını, genini yaşadan bir xanım kimi, bir ictimai xadim kimi, bir Azərbaycanlı qadın kimi, bir publisist yazıcı kimi, qeyrətli bir vətəndaş insan kimi ürəkdən təbrik edirəm və sizi təbrik etmək üçün Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomuyla ilə təbrik etmək üçün sözü Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri Rauf Aslanoğlu. Sizi təbrik edirik, Yazıçılar Birliyi sədrləri Anadın əlinin şəxsən adından, ona görə üzgürü günləri, Laçında tədbirləri, Uşada tədbirləri, ikimiz mədəni Uşadadır. Yaşar, Anar mənim uzaqlar, Cengiz mənim şuraya gittik burada gəlməliydi. Ona görə də sizə təbrik edirik, sizə can sağlığı, qalan işlərimizdə də bu yaradıcılığı inşallah. Çox sayın Dilarə xanım, siz elə bir nəslin nümayəndəsiniz ki, onunla bütün Azərbaycan qürur. Mən Bakının küçələri ilə gedəndə gözəl arxitektur üslubda tikilmiş, dünyanın ən gözəl binalarının Bakıdakı, belə deyək də, proyeksiyası olan 100-dən artıq bina ki, onun üstündə M hərfləri yazılıbdır. Mən onlara baxanda içimdən bir qürur hissi keçir. Bakının gözəlliyini görəndə bizim içimizdən bir qürur hissi keçir. Bakı 2 dəfə möhtəşəm gözəllik prosesi keçir. Biri ötən əsrin sonları, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Şəmsi Əsədullayev və digər bizim ilk xeyriyyətçilər, belə deyək, pleyadamızın entuziyazmı, şəxsi qeyrəti
vətəndaşlıq duyğusu, digər millətlər içində Azərbaycanın adını qaldırmaq ehtirası hesabına olubdur. İkincisi, təbiidir ki, olubdur, ötən əsrin, deməli, 60-cı illərin, sonu 70-ci illərin əvvəllərində kütləvi surətdə Bakı genişlənib, Heydər Əliyev cənablarının rəhbərliyi gəlişindən sonra və nəhayət üçüncü Bakının sürətli gözəlləşməsi, megapolisə çevrilməsi az qala ötən əsrin axırları, 21-ci əsrin əvvəllərində İlham Əliyev cənablarının Bakını əslində yenidən qurduğu dövrdə. Bakının bu üç əsas inkişaf mərhələsi qədim dövrünü nəzərə almasaq içərisində, deməli, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki Bakının sürətli yüksəlişi, Bakının bir Milana çevrilməsi, Neapola, Romaya çevrilməsi, Peterburqun, Moskvanın və dünyanın ən iri digər nəhəng şəhərlərinin məxsus gözəlliyi özündə əks etdirən arxitektor binalarla zənginləşməsi prosesində sizin ulu babanız, Ağabəycan Ağayevin böyük xidmətləri var. Dediyim kimi, 100-dən artıq bina, ən gözəl binalar onun bilavasitə şəxsi vəsaiti hesabına tikilibdir və bugün də Bakının küçələrini bəzəyir, gələcəkdə də həmişə bəzəyəcək. Çox xoşdur ki, siz öz babanızın yolunu qələminizlə davam etdirirsiniz, onun xatirəsini unutulmağa qoymursunuz. Bugün sizin yaradıcılığınızın 35 illiyi tamam olur. Siz o 6-dan çox sənətli filmi Elə bir parlaq nəvəsi olmayacaqlardır. Tarixdə belə şeylər olur. Amma sizin babanızın da uşaqdır ki, siz bu günləri doğrudan da onlardan layiq işlər görürsünüz. Ağabəycan Ağayev diyesini yaşadırsınız. Gənc nəslə çatdırırsınız. 10 kitab və hər kitab onun haqqında bir zəmnaməyə çevrilir və bu kitabları da biz sevərək oxuyuruq və hesab edir ki, gənclər arasında onun təbliğinə böyük ehtiyac var və siz bu işləri görürsünüz və həm də mən müsahibəmdə dedim, sizin 85 yaşlı Samolu bir məşhur filosofun sözüdür, deyirlər ki, xüsusilə xanımlarla bağlı, Amerika Birləşmiş Ştatlarında bir çox ştatlarda yeri gəlmişəm, blank dolduranda o da age, yaşı hissəsinə gəlib çatanda xanımın haqqı var yazsın ki, məsələn 50 yaşlı yazsın ki 27-dən yuxarı, 27-dən yuxarı. Amerikan məntiqi ilə 27-dən yuxarı yaşınızdır, amma başqa bir filosof da deyir ki, xanımlarla bağlı danışanda bir yaşını soruşmuyor. Ümumiyyətlə, xanımlar həmişə fəaliyyətdədirlər və bir ifadə də vardır, insanların həyatını bir səsaq yatmaqla keçir. Yatanda onlar fəaliyyətdə olmurlar və bu baxımdan sizin yaşınızın 8-9 saatında yatmağa sərf edəndə, onların çıxanda yaşınızda xeyli az qalır. Əsas o deyil, əsas o ki, həmişə siz pozitiv enerji daşıyırsınız. Və mən tam səmiyyətinlə deyirəm, sizin ünsiyyətdə, sizinlə söhbət zamanı bunu dəfələrlə söyləmişəm ki, yəni bu xanımda ancaq nikbinlik var. Nikbinlik, bir problem var, bir məsələ var ki, ondan yəni üzülsün, o onu artıq sıxsın, o artıq həyatdan bessin, belə şeylər yoxdur. Çox nikbindir və irəli baxır, problem varsa bir gəl həll edək. Yəni, belə düşüncənin daşıyıcısıdır və bununla da biz doğrudan da siz bu gözəl keyfiyyətlərin daşıyıcısısınız. Bu baxımdan siz bənzərsizsiniz. Belə adamda az olur, siz bənzərsizsiniz. Bənzərsizlik isə istedada yanaşır. Biraz da şairinlə desək, bənzərsizlik istedada yanaşır. Bahar seli çaya, qəriblik gölü çağına, mənrulu dağa, dalğa dənizə yanaşan ki. Bayramımız azdır. Bu binada, bu muhteşem binada bir ay bundan önce bu kitabının tercümatı geçirilmişti. Ama size bugün nasip oldu. Çok sağ olun. İnsanlar Tanrı qarşısında iki şeylə imtihana çəkilirlər. Bir canıyla, bir də malıyla. Və canıyla imtihana çəkilir, canını qurban verənlərə biz şəhid deyirik. Malıyla imtihana çəkilir, onları fəda edənlərə isə xeyriyyəcək. Yəni, biri yaşamaq hüzurundan keçir, biri də sərvətindən, mal dövlətindən rahat yaşamaq hüzurundan keçirlər. Özünün məqsud olan başqalarına verir. Bu mənada mən hesab edirəm ki,
şəhadət özü də əslində bir xeyriyyəçilikdir. Vətənin xeyrinə canını qurban vermək və xeyriyyəçilik özü də bir şəhadət. Malını şəhadət etmək, fəda eləmək. Və bu mənada Aramsar Nağıyev və bizim digər xeyriyyəçilərimiz oldu ki, keçən əsrin əvvəllərində öz mallarını fəda etməklə bugünkü xeyriyyəçilərimizə bir örnək göstərirlər. Onlar elə bir əlçatmaz zirvədədələr ki, bugünkü Azərbaycan xeyriyyəçiləri hələ o zirvəyə doğru yalnız yol getməkdən danışarlar. Onlar heç özlərini reklam da eləmirdilər indiki kimi. Bir qəpik pul verib televiziyada, qəzetdə, saytda, tədbirlərdə reklam da eləmirdilər. Hətta Aramsar Nağıyev 98 bina titiribdir. Millət üçün, xalq üçün, bu binaları özü üçün titirmir ki o. Ne necədir ki binalar titirmir üçün. Amma heç onun öz sağlığında belə onun layiq olduğu bir xeyriyyətçi adını ona vermək istəmirdilər. Ona görə ki, o maskalanmadı mənə gəlir ki. Dili biraz acıydı, bəli. Nə düşünürdü, onu deyirdi. Dilara xanım bunu daha yaxşı bilər. Özünü reklam eləmirdi, özünü xeyriyyətçi maskası taxıb göstərmək istəmirdi insanlara. Baxın, mən necə. Amma işini görürdü o. Və bugün Bakının küçələrinin vəziyyəti 98 bina və onun xeyriyyəçiliyinin nəticəsi olan bir çox digər işlər ki, mən oxudum indi, həmin onun necə bir xeyriyyətçi olması, necə bir vətənpərvər insan olması barədə aydın təəssürat yaradır. Kukla teatrı var bizim dənizin sahilində. Bax, elə bu bina bizim düşmənlərimizin, varlı düşmənlərimizin binaları oldu. Və çoxdur belələri. Montaşovların kimlərin, nə bilim kimlərin adlarını çəkmək istəmirəm. Və gəlib Hacı Zeynalabdin Tağıyevə deyiblər ki, ay Hacı, bu ermənilər Bakını bina ilə titi doldurdu, bəs bu işin axırı necə olacaq? Deyib, qoy tilsinlər, onsuz da axırı bizə olacaq. Görürsünüzmü? Tağıyevin müdrik və uzaq görənliklə dediyi sözlər özünü doğrultdu və doğrudan da bax bu binada bütün o dəniz sahilindəki ən gözəl binalar da bizə qalır. Çünki onlar bizim torpağın neməti ilə tikildi. Bizə məxsus sərvətlə tikildi. Bizimdir o. Allahın ədaləti ilə Qarabağ bizə qayıtdığı kimi binalarımız da bizə qayıdır və bütün itirdiyimiz haqlarımız yerdə qalanlar və keçdir bizə qayıdacaq. Amma elə bir haqq var ki, onu heç cür qaytarmaq olmur. O, özünü vətən yolunda qurban verən şəhidlərin haqqıdır. Onlardan biz kitablar da yazsaq, filmlər də çəksək, yazırıq da, çəkirik də, çəkəcəyik də. Amma, söz verəcəm. Mən Gölmar xanıma söz vermək istəyirdim, o şərtlər haqqında bir kitab yazıb, onu verir. Sizə axırda söz verəcəyim. Danışın, buyurun. Mən deyirəm ki, mən televizor çəkib, onu sormayarım. Şəhidlər haqqında danışım, mən özümü haqq sayıram ki, həmin bu kitabında 25 şəhid ailəsindən qonaq getmişəm. Mən Milli Dəyərlərin Qorunması İctimai Birliyi Departamentin rəhbəri Qazi xanımda buradadır. O şəhidlərə kömək, dəstək olmağa rəhbəridir. Bir yerdə getmişik, 25 ailəni müşahidə etmişik və çox pis oldu. Keçən il yanvar ayında artıq mənim kitabım hazır idi. İranda bir diski sərgiliyində çox böyük hadisə üz vermişdi. Və mən orada bir nəfər baş leytenant Orxan Əskərov həlak olmuşdu. O mənim qonşumdur, mən ona lazımlı sayğılarımı həmişə çatdırıram. Aydın xanım demişdim, yoldaşı gəlməliydi, imkan olmalıydı. Amma onun o birisi tərəfi, yəni Vasif orada olub, Vasif halk orada. Bir nəfərin xilasına səbəb olub. Yəni Səfirliyin ailəsini xilas edən bu oğlandı. Natiq oğlu Tağıyeva, Ağamusa zirvəsi oldu və sizin şahidliyinizdir. Nə güzel. Fəxr edirik ki, onun maması da buradadır, Dərələ xanımdan. İnşallah ki, siz buradasınız bu günləri və bu gözəl möhtəşəm binadan o Ağamusa zirvəsindən siz. Sizə təbrik edirəm. İnşallah mərəflər hər zaman. Təşəkkürlər, sağ olun. Çox sağ olun. Videoda böyle çok maraqlı bir belə deyim də. Video çəkməsin məni. Mən demək istəyirəm ki,
1990-cı ildə Təmizdən sağlığında, Aşırı restoranında indi Allah'ınızı çok sağ olun. Çok bilirəm, onun qarşısında baş əyirəm. Əsəd mənim zavadının qarşısında baş Ne kadar əyirəm. sizin kitabınızın təqdim etmə. Bilirəm, Allah'ım. Və şübhət dinlənir. Gözəl müdaxilənize göre sağ olun. Videoda gördüğümüz saytlar, televizyada hakkında işlediğiniz qəhrəmanımız var. Bizi şəxsən tanış elədiniz. İndi mən şəhidlər haqqında madam sözmüşdü. Siz də şəhidlər üçün bu qədər can yandırırsınız və sevirsiniz təbii bizim təbliğimiz kimi. Mən 41 şeir kitabının müəllifi olan Aprel şəhidləri haqqında, 44 Dünya Müharibənin şəhidləri haqqında çox saylı kitabların müəllifi olan, Respublikada demək olar ki, ən çox şəhidlərdən yazan Gülamar xanım Murada sözlüyünüz. Herkesi salamlayıram. Bu gözəl günləri bizə qismət edən qalib ölkənin müzəffər Ali Baş Komandanı başda olmaqla Azərbaycan xalqımıza, qəhrəman oğullarımıza öz minnətdarlığımı bildirirəm. Və Allah'tan yaralılarımıza, qazilərimizə şəfa diləyirəm. Torpaqda çiçəyə dönən, cənnətdə bəyə dönən, sinəmizdə ürəyə dönən şəhidlərimizə isə Allah rəhmət eləsin deyirəm, nur içində yatsın. Bu günləri, bu gözəl günə məni dəvət edən Bahar xanıma öz minnətdarlığımı bildirirəm ki, mən bir heç olmasa 20 ildən də çox olar ki, Qadınlar Cəmiyyətinə üzv olanda Zemfira Verdiyeva, Allah ona da rəhmət eləsin, dedi ki, Gülamar xanım, nəyə görə siz bu Qadınlar Cəmiyyətinə gəlmişsiniz? Dedim, mən qadınların xarakterini, xəsiyyətini öyrənmək üçün gəlmişəm. Dedi, sizə lazımdır mı? Dedim, mən qadınların vurğunuyam, qadınların gözəlliyinin vurğunuyam. O cümlədən də mən Musa Nağıyevin nəvəsi olan Dilarə xanımın vurğunuyam ki, yaşayanları yaşadı və özü də yaşayır. Var olsun Dilarə xanım ki, 85 illiyini mən bir dənə şeirlə təbrik eləyəcəm. Bir qadın dünyası şeirindən. Hərvən anamızın yadigarıdır qadın dünyası. Adəm babamızın iftixarıdır qadın dünyası. Aləmin nicat rəmzidir. Dəyanət rəmzidir, səbət rəmzidir. Gözəllik rəmzidir, həyat rəmzidir qadın dünyası. Qovur qaranlığı çıraq yandırır. Hüsnü gözəllikdə ayə alındırır. Kişi dünyasını işıqlandırır qadın dünyası. Kişilər boyu məndən inciməsinlər. Qadına mirvari inci desinlər. Axı qiymətlidir dünyalar qədər qadın dünyası. Gülamar yazır xülya içində. Talih fırtınada sevdə içində. Özü bir dünyadır dünya içində. Qadın dünyası. Həqiqətən də özü bir dünya olan qadın dünyası Dilarə xanıma alqışlayıram, təbrik edirəm, 100 yaşa deyirəm, həmişə belə təravətli, çiçək kimi təravətli olasan, ətirli olasan, var ol. Sizinlə biz fəxr edirik ki, bizim yaşayanları yaşadırsınız. Sağ olun. Allah'a. Adətən bu masanın arxasında kişilər üstünü təşkil edir, qadınlar alt-tablıqda olur. Bugün əksinə deyil. Burada qadınlar üstünü təşkil edirlər. Bu, qadınların cəmiyyətdəki rolunun artmasının Natəvan klubu çərçivəsindəki bir, belə deyim, əksidir. Mehdi Məmmədov deyirdi ki, Dilarə xanım, Azərbaycan qadınının səhniyə gəlməsi, bu çətin sənət meydanında qələbələr əldə etməsi əsl qəhrəmanlıq dastanıdır. İndi fərqi yoxdur, elm sahəsi olsun, siyasət olsun, parlament olsun, iqtisadiyyat sahəsi olsun. Qadınlar son illərdə, son 10 illərdən çox fəallaşıblar. Müstəqillik dövrü həm də qadınların ictimai həyatda müstəqilləşməsi, fəallaşmasının belə deyirlər, zəminindən çevrilir. Və Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Bahar xanıma söz vermək və çox vermək. Teşekkür ederim. Doğruyordunuz. Kadınlarımız çok fəallaşır son zamanlar. Ve bu da yəqin ki bizim ülkemizde gelen
həm siyasi, həm ictimai proseslərin nəticəsidir ki, və möhtərəm prezidentin yanında xanım Mehriban Əliyevanın Azərbaycan qadını bütün dünyada təmsil etdiyi üçün bizim xanımlarımız da ondan nümunə götürüb başqa fəallığı göstərirlər. Mən balaca çıxış edəcəm yəqin ki sonra, amma istərdim Dilarə xanıma təbriklər çox gəlir, onları səsləndirir bir neçəsini və sizin icazənizlə bildiniz ki, Çingiz müəllim hal-hazırda burada yoxdur. Bunu Rəhmət xanımda açın, Burada çəkilmədi səsləndirirəm. Zeyt gəlir səsin. Oxuyub onu dedik, təkrar edə bilərəm. Sizin 50 yaşınızdan çox ola bilər. Həmişə belə cavan qalasınız, arzu edirəm. Hər kəs deyir, 100 il yaşamasa, günah onun özündədir. Ürəkdən arzu edirəm ki, birinci yüzünü yaşayasınız. Can sağlığı arzu edirəm sizə. Daha böyük bunlara. Təəssüf ki, burada deyiləm, iştirak edə bilmirəm. Bakıda deyiləm. Mütləq gəlib şəxsən sizi təbrik edəcəm. Sizə böyük uğurlar, can sağlığı arzu edirəm. Əzizim Dilarə xanım. Sağ olun. Azərbaycan Respublikası Prezident Aparatının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi adına gələn təbrikini sizlərə çatdırmaq istəyirəm. Sizi Azərbaycan ictimai həyatında fəal mövqeyi, vətəndaş cəmiyyətinin inkişafına verdiyiniz töhfələr və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki dəyərli fəaliyyətinizlə seçilən tanınmış ziyalını 85 illik yubileyiniz münasibətilə səmimi mütəqəlbdən təbrik edirik. Sizin zəngin həyat təcrübəniz, mənəvi dəyərlərə sadiqliyiniz və nümunəvi həyat yolunuz gənc nəsillər üçün əsl örnəkdir. Uğurlarla dolu bu illər ərzində qazandığınız hörmət və rəğbət hər birimizin qürur mənbəyidir. Bu əlamətlər yubiley münasibəti ilə bir daha sizə ən xoş arzularını çatdırır, qarşıdakı illərin də sağlamlıq, xoşbəxtlik və sevinç dolu olmasını diləyirəm. Sizin illərlə təşəbbüskarı olduğunuz layihələr, milli mədəni dəyərlərin qorunub yaradılması, yaşadılması, gənclərin maarifləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində göstərdiyiniz fədakar fəaliyyət nümunəvi xarakter daşıyır. Yubileyiniz münasibətilə sizə möhkəm can sağlığı, ruh yüksəkliyi və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, bundan sonra da zəngin təcrübəniz və fədakar əməyiniz Azərbaycanda vətəndaş cəmiyyətinə fayda verməyə davam edəcəkdir. Yubileyiniz mübarək, hörmətlə Aygün xanım Əliyev. Bilirsiniz, yoxsa özü gəlib təbrik edəcəkdir. Ona görə bu məktubu xahiş etdik, təbriki mən oxuyum. Dilarə xanım haqqında o qədər söz danışmaq olar ki, yəqin ki, saatlar, günlər heç çatmaz və Musa Nağıyev haqqında yazdığı kitabların 4-ünün redaktoru mən olduğuma görə, yəqin Musa Nağıyev elə onun qədər də mən bilirəm. O, Musa Nağıyev qırılmaz tellərlə öz xalqına, millətinə o qədər bağlı idi ki, bugün biz onun xeyriyyəçilik işlərindən bəlkə birini, bəzilərini danışa bilirik, çox söhbətləri danışa bilirik. Amma Musa Nağıyev həm də savadı da olmazsa, bəlkə də çox savadlı insanlardan onun düşüncəsi daha iləri gedirdi. Təsəvvür edin ki, bu ilk onu fantan vurandan sonra, onun milyonları olandan sonra o sadəcə bu milyonları özünə xərcləyib, özü də yaşaya bilərdi. Ancaq o fikirləşib bu milyonları hansı istiqamətdə xərcləsin ki, o millətinə xeyir versin. Elə təkcə bir neçə faktı deyək ki, telefonların ilk dəfə burada açılması, bank sisteminin ilk yaradılması, sonradan o özü orada sədr kimi fəaliyyət göstərir. İqtisadiyyat Universitetinin bilirsiniz ki, bir mərtəbəsi tikilmişdi, ikinci mərtəbəyə hələ vəsait yox idi. O vəsaitini o şərtlə
sərf etdi ki, 25 Azərbaycanlı tələbənin təmənnası pulsuz oxuması və onlara öz öz təqaüdünü o versin deyə. Sağ olun. Ve birçok Musa Nağıyev'in gördüğü yapan işlerden danışma olar. Yani ben tövsiye ederdim. Mütlak bu kitabı okuyasınlar. Onun bir kitabda birçok şeyler yazılır burada. Musa Nağıyev hayatı ve faaliyetine. Onunla yanaşı Dilara Hanım dedi, belirtti ki, burada hem de bizim bugünkü qəhrəmanlarımızdan 25 qəhrəman ailəsindən və bu qəhrəmanların həyatından və onların analarından ailəsinə Dilara Hanım yazılar verir. Ona göre çok xahiş ederdim ki bu kitabı sizler de okuyasınız. Dilara Hanım. Teşekkür ederim. Ben bir söz diyeyim, bir tebrik diyeyim. Bununla yəqin ki, burada danışmaq istəyənlər çox mutlu olurlar. Çox ama xahiş edəyəm ki, vaxtımız az olduğuna göre hər birimiz 3-5 dəqiqə arasında yəqin ki, təbriklərimizi Dilara Hanıma çatdıracaq. Hikmət bilirsiniz, Azərbaycanın ən gözəl şairlərdən biri olub, yazarlardan biri olub və müəyyən səbəblərdən Azərbaycanın çox uzaqlarda həyat muhtemelen devam ettirir. Ve Nazım Hikmətdən soruşurlar ki, sevgi ile sevdanın fərqi nədir? Nazım Hikmət cavab verir ki, sevgi deyir, həvəsin bitənə qədərdir, sevda isə nəfəsin bitənə qədərdir. Mən də elə bilirəm ki, Dilara xanım nəfəsi bitənə qədər çalışacaq, yazılar yazacaq, hər bir 10 kitab deyil, hər bir 10 kitab da onu yazacaq, devam eləyəcək və bizim gənclərimizə çox böyük bir, elə bir ki, zəngin bir kitabxana qoyub. Təbrik edirəm sizi bir daha. Respublika Qadınlar Cəmiyyətinin bir daha mən qısaca məlumat vermək istərdim burada bilməyənlərə ki, hələ Ayna Sultanova tərəfindən 1920-ci ildə bu qadın hərəkatı, şərqdə ilk qadın hərəkatı yaradılır və bizim Azərbaycanın Musa Nağıyev'in bitirdiği 98 binanın tacı olan İsmailiye binasında ilk birinci Türkoloji konferans geçirdiğinde Ayna Sultanova'nın çıkışı, oradaki çıkışı 37. ilde onu represiya qurbanı etdi və o ailəlikcə güllələndi. Amma cəmiyyəti qoruyub saxlayanlar, bugünə gəlib çatdıranlar, Yetmiş Mərkəzi Komitənin ərzində fəaliyyət göstərir. 90-cı ildə ilk qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib 75 bindən çox anını öz ətrafında birləşdirən bu təşkilatı bizlərə kimlər qoydu, dünyasını dəyişirlər bugün. Onların hər birinə qəni-qəni Allah rəhmət eləsin. Bugün yaşayan və bu işi davam edən bütün xanımlarımıza mən təşəkkürümü bildirmək istəyirəm. Başda da Dilara xanım olmaqla, çünki bu təşkilatın həm idarə heyətinin üzvüdür, həm də təşkilatın sədr müavinidir. Baxmayaraq milli dəyərlərin qorunması ictimai birliyinin sədridir və bizim bu təşkilatda çox fəaliyyət göstərir. Bir daha sizi təbrik edirəm. Həm kitablarınızı, həm özünüzü. Yəqin ki, yenə danışacaq, xanımlara söz verəcəksiniz. Bizim burada bir qonağımız var, Qanqar Hanım. Universitetin doçenti Qanqar Hanım. Bu sözləri ancak bütün dillerin sınavından çıkmış sizlerimiz qəlbdəsi. Həqiqətən də mən Dilara xanımı 20 ildir tanıyıram. Onun fəaliyyətini izləyirəm. Əlbəttə biz birlikdə bu cəbhədə çalışmışıq uzun illər. Dilara xanıma ürəkdən can sağlığı arzulayıram. Yəni, sözlərdən arzulayıram. Deyirlər ki, təmiz dildə olar,
təmizdir düzlər, kəmizin ürəyi, qəlbi dənizdir. Söhbəti sənizlər, sözü təmizlər, dünyada hamıdan mənə əzizdir. Lara xanım həqiqətən də mənə əzizdir. Sizdən təbrik edirəm. Sizin mələk qurbanınızdır. Hamıya da minnətdaram. Pedagojik Üniversitetin doçentidir, elmlər doktorudur. Keçən ayın 25-də Pedagojik Üniversitetin rektoru Cəfər Cəfərov bizi qarşıladı. Buradakı insanlar, xanım təlimlərin bir neçəsi bizimlə idi. Məni təbrik elədi, o da mənə fəxr diplom verdi. Və mən də xanım incimişdi ki, o tədbirdə iştirak edeməmişdi. Ona görə günahlarını yuyub onu çağırdı və mən də xanıma pedagojik fəaliyyətdən daha da uğurlar qəbul etməsinə görə uğurlar verib, söz etməsi diplomu ilə təbrik Üzürlü sayın, burada bəzi qonaqlarımız var, Dilarə xanım qonaqları, ola bilər mən onları tanımayım, amma çoxunuzu tanıyıram. Ona görə hələlik kimi tanıyıram, onlara söz verim. Yəqin ki, digər qonaqlar kim çıxış etmək istəyir, özləri də müraciət edəcəklər. Bizim Respublika Qadınlar Cəmiyyətinin Binəqədi üzrə sədri, Vertebra Onurda Mərkəzinin baş həkimi, professor İradə xanım buradadır. O da ələ düşmür, hələm-hələm, yəni o Azərbaycanda da az olur. Bütün dünyanın ödüllərini alıb. Akademik adı, professor adı, Qızıl Ulduz, digər medallarla tərtib olunub və öz təbrikini bugün gəldiyinə görə birinci ona verir. Allah ve cenazlardan hamdolsun salamlayalım. Bugün burada sizden bir yerde olmak size çok fəxr edirəm. Hər birinizdən fəxr edirəm. Dilarə xanım, siz möcüzəsiz. Siz mənimlə möcüzəsiz. Şimdi yaşıyorum, hayatımda yazdım. İnsanın həyatını bu qədər siz həyatınızı bu işə qoymuşsunuz. Bu qədər tədbirlər eləmişsiniz. Yəni, mən bütün izləyirəm sizi, düzdür. Mən işləri bilməsəm də əksəriyyət tədbirlərdə. Amma inanın ki, sizə nə qədər çox istəyirəm. Sizi hər birində mən sizdən bir yerdə olmuşam. Hər bir kitabda mənə görüşən ayrılmışsınız və o kitabda məni bütün işlərimi yazmışsınız. Mən hər nailiyyət qazananda birinci siz onları kitablarınızda fiksə eləmişsiniz. Mən sizə uzun ömür, can sağlığı arzulayıram. Yəni, böyük bir işi gördünüz, bir insanın bütün həyatını işıqlandırmışsınız. Kitablarda, tarixdə qalacaq bunlar. Yəni, mən sizə uzun ömür, can sağlığı arzulayıram. Teşekkür ederim. İqtisad Üniversitetinin doçenti Zəfər müəllim. Burada da deyəsən. Söz verdiğine görüşmek sağ olun. Ben valla bilmiyorum neden başlayayım. O kadar değilse söz var ki uzun müddet burada yapıyorduk. Dilara Hanım'ın bu yaxınlarda əlaqə yarattık ve böyle bir güzel bir alametler bir hadisenin yübüleyini Dilara Hanım'ın qeyd olunmasını barədə mənə dedi ve dəvət elədi. Bu imamiyyət mənə iştirak edir. Əvvəla Dilara Hanım, Kəmsətin mənim böyük məmnuniyyətlə iştirak etmək istəyirdik. Bizim sabiq rektorumuz, İqtisad Üniversitetinin rektoru, Dərsim Komitəsinin sədri olub, deputatımız olub. Hal-hazırda Respublikada yoxdur, ona görə öz üzrxahlığını bildirdi və dedi ki, təbii ki, böyük məmnuniyyətlə təbrikini çatdırın. İkinci, mənim çıxışımın o iki əsası.
istiqaməti var. Daha 3 dəqiqə çərçivəsində mən danışıyorum. Birinci, sizin Bahar xanım dediyiniz fikirlərdir, o İqtisad Üniversitesindən bağlı. Bahar xanımla, Dilara xanımla biz ilk dəfə 2004-cü ildə tanışdıq. Elə deyirsiniz. Şəmsəddin müəllim rektor təyin oldu, qısa belə informasiya vermək istəyirəm ki, məlumatı izdə olsun. Və Şəmsəddin müəllim rektorun alın köməkçisiydi. Günlərin birli Dilara xanımın yaxınlaşdı, bizə müraciət elədi ki, bəs belə bir hadisə çox böyük gərgin arşiv materialları bizə çıxardaraq ki, belə bir hadisə həmin bizim İqtisad Üniversitesinin binasının nəzərində o vaxt real tikilişi deyirlər. Ne var? Real tikiliş. Onun tikilməsində böyük xidmətləri sponsorludur. O Ustad Papiçisi. O Papiçisi Sovet olmuşdur. Təbii ki, Alamusa Nağıyevin böyük xidmətləri olur bu sahədə. Sponsorluqda həm də himayədə. Bu şuranın da sədri Əlimərdan bəy Topçubaşı, üzvləri də Zeynalabdin Tağıyev, Alamusa Nağıyev və Allah rəhmət eləsin oğlu İsmail. Ki, bəs bunu bir tarixə çevirmək lazımdır ki, İqtisad Üniversitesinin tələbələri nəysə bir görərək bu bizim görkəmli Azərbaycanlar haqqında, onların xidmətləri haqqında, fəaliyyəti haqqında geniş məlumatları olsun. Və 3 əsas vədlər var. O 3 əsas vədlərin üçündə İqtisad Üniversitesinin rəhbərliyi Şəmsəddin müəllim başda olmalı, Dilara xanımın böyük dəstəyi ilə həyata keçirildi. Və ən əsas vədlərdən biri də əbədiləşdirmək üçün İqtisad Üniversitesinin belə bir görkəmli şəxsiyyətlər bilavasitə əlaqələri olduğu üçün onların böyük portretlərini sizin çox təşəkkürsünüz. Portretləri indi aksiyalında İqtisad Üniversitesində kim olsa o portretlər orada indi belə asılıb çox gözəl belə deyirəm sizin dəstəyinizdə Çok sağ olun. En büyük nailiyetim odur ki 88 ilden sonra onun arzuladığı, tikdirdiği mektepte indiki İktisat Üniversitesi'nde Alamusa Nağıyev ve İsmail oğlunun portretleri aksalını besliyor. Size teşekkür ederim. İkinci de Bahar Hanım. Dilara Hanım çok geniş ve ölçüye gelmez bir faaliyet gösterir. Tez son vaxtlarla bilgizle bir işte görüyorum sizi. Ama onun həqiqətən də görünmeyen ve görülen işleri var. Deyəndə o Nazım Hikmət'i yola saldık. Nazım Hikmət'in bir yaxşı sözü var. Deyir, sen deməsən, o deməsən, mən deməsən, necə çıxar? Necə çıxar qaranlıqdan aydınlığa bu millət? Ona görə Dilara xanımın xidmətləri müəyyən cüzi, ola bilər ki 15-20% üzərdədir. Görünməyən tərəf. Görünməyən tərəf çox. Amma ən vacib olan fəaliyyət, o deyək ki, istiqaməti onun insanıdır. Valim də olmaq olar, baş nazir də olmaq olar, icra hakimiyyətin başçısı da olmaq olar. Amma ən böyük peşə, ən böyük sənət insandır. İnsan olmasan, o haqqalan şeylər hamısı ikinci plana geçir. Sizin insanlığınızı biz bir tərəfləyir, tanıyır, qiymət verir, xidmətləri çox böyük. Nə hazırlayım sizə? Əsas çalışın. Sizin 58 yaşını tamam. Sizə böyük uğurlar hazırlayım. Mənim adım Zəfərdir. Mən nasıl ödəyəm? Yalnız xalqımıza bu ad çox yaraşır. Millətimizə çox yaraşır. Dövlətimizə çox yaraşır. Hər birinizə Azərbaycanlıya Meyfəmizdən sağlayır da bol zəfərlər olsun. Teşekkür ederim.
Bizim kulağımız burada soru bakar. Size soru. Mən Gerçekten burada əyləşən çox söz xiridarları var, üzrlü sayın. Mən iclasları aparmışam, ancaq Sovet Partiya vaxtında və bizim istiqamətimiz tamam başqa olur. Mən filolog olmasam da, ancaq ədəbiyyatı çox sevirəm. Atam tarixçi olubsa, anam da ədəbiyyatçı olur. Və bu tarixdən ədəbiyyat ikisi birləşib. Mən də ona görə Dilarənin kitablarını böyük məmnuniyyətlə oxuyuram və harada olsa onları istəyirəm, çatdırım, marifləndirim insanları. Və bugün bizim qonağımız bir Azərbaycan Pedaqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Talih Cəfərovdur. Mən bir neçə kəlmə öncə deyim ki, Dilarə xanım nəinki siz dediniz Azərbaycanda, hələ Azərbaycanın sərhədlərini aşaraq digər ölkələrdə də tanınmış bir simadır. Biz onunla hələ çox onu öyrənəcəyik, bəlkə də onun özünü araşdıracaq, onun fəaliyyətini araşdıracaq və bir neçə belə kitablar onun fəaliyyəti və həyatı haqqında yazılacaq. Ona görə ki, Dilarə xanım durmadan çalışır, bir dəqiqə durmadan və Azərbaycanda onu çox tanıyırlar. Bircə faktı deyim ki, Talih müəllimin də zəhməti bu işdə böyük olub. Bir neçə gün öncə Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun rəhbərliyi ilə orada Dilarə xanımın həm 85 illiyi, həm də bu kitablarının təqdimatı keçirildi. Möhtəşəm şəkildə müəllimlərin, tələbələrin iştirakı ilə keçirildi. Və Talih müəllim onu bir daha Cəfər Cəfərov professorumuza təşəkkür edirik ki, belə bir diqqət ayırır bizim xanımımıza. Sizə də təşəkkür edirik ki, bu fəal iştirak etdiniz və təbriklərinizi çatdırınız. Əlbəttə ki, çox sağ olun, xoş sözlərə görə minnətdaram, təşəkkür edirəm. Dilarə xanıma 100 il ömür arzu edirəm ki, gözəl, belə deyək də, bu cür istəklə, coşquyla, yenə də 2-ci yüzilliyə qədəm qoysun. Mən təbii ki, Azərbaycan milyonsul, belə deyək də, neft sənayesi tarixinin Çar 2-ci Nikolay tərəfindən adını almış neft kralı Musa Nağıyev haqqında mən də bir qədər məlumat vermək istəyirəm. İndi tarixi məsələlərə də tarixçi olduğuma görə məsələləri özümə borc bilirəm. Təbii ki, Azərbaycan 19-cu əsr Azərbaycan siyasi həyatında təlatümlü bir dövrdən neft erasına keçid bir dövrə baş verildi. 1872-ci ildə iltizam sisteminin ləğvindən sonra Azərbaycanın bir çox oğulları təbii ki, zəhmətə qatılaraq neft sənayesində bir çox uğurlar əldə edərək, təbii ki, 11 Azərbaycan milyonçusu, neft milyonçusu yetişdi ki, onların biri də təbii ki, Musa Nağıyev idi. Təbii ki, zəhmətkeş, sadə bir ailədən çıxan Musa Nağıyev 11 yaşından təbii ki, bu işlərə qatılmağa başladı və Beybəkdəki kiçik bir ərazidə neft, belə deyək də, su quyusu qazıldığı bir zamanda neftin fontan vurması nəticəsində bir gecənin içərisində başı milyonçularından birinə çevrilmiş oldu. Təbii ki, o dövrdə o sərvətini toplayaraq, yığaraq, Balaxanıda, Ramanıda, Suraxanıda və bir çox yerlərdə torpaqlar alırdı və bu torpaqların miqyasını böyüdərək təbii ki, öz gəlirini artırmağa çalışırdı və təbii ki, Musa Nağıyev bu əziyyəti, bu gəliri qısa bir müddət ərzində əldə etməmişdi. Onun gərgin, yəni iradəli, belə deyək də, xarakterin nəticəsində təbii ki, 1898-ci ildə onun gəlirinin miqdarı 30.000 rublə çatdı. Ancaq o 10 il ərzində o sərvətini 413 milyona çatdırdı və təbii ki, bu böyük bir rəqəm, zamanında çox böyük bir rəqəm hesab olunurdu və təbii ki, o böyük bir sərvətini təkcə binaların tikilməsinə deyil, eyni zamanda maarifə, elmə, səhiyyəyə, onun Bakı gözəlliklər şəhərində, belə deyək, Bakı o gözəl binaların tikilməsində təbii ki, Musa Nağıyevin misilsiz xidmətləri olmuşdur. Bakıda ən gözəl bina mən deyərəm İsmailiyyə binasıdır. Yəqin ki, mənlə siz razılaşarsınız. O binanın tikilməsi təbii ki, oğlu İsmailin xatirəsi üçün o dövrdə tikilmişdi. Palacio Cantaria İtaliyadakı o sarayın eynisini Bakıda tikilməsi haqqında göstəriş vermişdi və bununla bağlı o dövrün Ploşdu və Polşalı memar olmuşdu. Bakının bir çox memarlıq obyektlərinin tikilməsində o memarın çox böyük xidmətləri olmuşdur. Həmin o memar İtaliyaya gedir və İtaliyada həmin o
binanı görür və bu binanın Bakıda eynisinin tikilməsi haqqında qərara gəlir və Musa Nağıyevə də inandırır ki, bu gözəl bina Bakıya çox gözəlliklər bəxş edəcək və eyni binanı Bakıda tikilir və bu binanın təbii ki, bu gün də göz oxşuyur o bina və bu bina təbii ki, o dövrdə 18-ci ildə ermənilər tərəfindən ilk yandırılan bina olmuşdu. Qısqanclıq zəminində, eyni zamanda burada alimlər toplusu, ordusu bu binaya cəmlənmişdi o dövrdə. Orada elmi mübahisələr, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, onun fəaliyyətində, digər məsələlərdə bu binanın tarixə şahidlik etmişdir. Və təbii ki, ermənilər həm də o binanın özünün də güya belə o dövrdə Bakıda şayələr yayılır ki, o dövrdə Musa Nağıyev sərvətinin böyük bir qismini o binanın bünövrəsində gizlətmişdir. Yəni bu təbii ki, şayələr idi və ona görə o bina yandırılır. Sonra Sovet dövründə o bina yenidən restavrasiya olunur və tikilir. Mən qeyd etmək istəyirəm ki, Musa Nağıyevi təbii ki, 11 Bakı milyonçusu kimi tanınır. Ancaq o milyonçuların içərisində bəlkə də elmə, təhsilə, səhiyyəyə, maarifə ən çox xidmət göstərənlərdən biri ilə Musa Nağıyev idi. Onun nəşri, xeyriyyət cəmiyyətləri var idi, ruhaniyyət cəmiyyəti, Nicat cəmiyyəti, orada çox böyük xidmətlər göstərmişdi. Bakıdakı uşaqların, o dövrdə qız uşaqlarının təhsil almağı nədir? Bakı qoçuları qoymurdular, qız uşağı nədir, təhsil almaq nə deməkdir? İlk dəfə, mən həmişə deyirəm ki, Azərbaycan qadınları ilk növbədə, birinci növbədə Hacı Zeynalabdin Tağıyevə minnətdar olmalıdırlar ki, o ailə, İçərişəhərdən o ailələrin gedib qız uşaqlarını götürüb, real məktəbdə oxudururdu ki, və inandırırdı ki, ailələri inandırırdı ki, bəli, yəni, İndiki Əlyazmalar İnstitutunun binası, bəli, o da 1899-1901-ci illərdə o binanın 3 il ərzində tikilmişdi və o binaya təbii ki, ilk məktəb statusu verilmişdi. Gənc qızlar o məktəbə daxil edib, orada oxudururdu. Bu böyük özü təsiri yox idi. Eyni zamanda Musa Nağıyev də, yəni eyni dövrün taleyini yaşamış Bakı milyonçuları idi. Ancaq bu insanlar o qədər təhsilə, o qədər səhiyyəyə, o qədər xalqın maariflənməsinə, təbii ki, bu xeyriyyəçilik işini ancaq əməli salih insanlar görə bilərdi. Ürəyi, belə deyək də, nəbzi xalqla döyünən insanlar görə bilərdi. Təbii ki, yəni, bunun üçün milyonlardan keçirdilər ki, Azərbaycanın gələcəyi savadlı, bilikli, zəkalı olsun və təbii ki, mən uzun-uzadı danışa bilərəm və qeyd etmək istəyirəm ki, yəni, onun Azərbaycan-Türkiyə fəaliyyətində də əlaqələrinin qurulmasında, eyni zamanda, belə demək mümkündürsə, yəni Osmanlı dövlətinin Azərbaycanda təbliği baxımından da çox böyük xidmətləri olmuşdu. O dövrdə Ərzurumda məscidlərin birində Quran-ı Kərim tapılıb onun yenidən restavrasiya edilməsinə görə, eyni zamanda o dövrdə Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında yaralı əsgərlərin Bakıya gətirilərək burada müalicə olunmasında onlara göstərilən dövlət qayğısına görə, deməli, 5-ci Mehmed Rəşad Osmanlı Sultanı 5-ci Mehmed Rəşad tərəfindən deməli, Məcidi ordeni, bu orden yəni, Osmanlı imperiyasında ən ali orden idi ki, onu yəni, təşrif adamlar almışdı, onlardan da biri Musa Nağıyev olmuşdu. Allah ruhunu şad eləsin, Allah dünyasını verirsə, təbii ki, bu cür şəxsiyyətlər heç vaxt unudula bilməz, heç vaxt, yəni xalqın qəlbində 11 Bakı milyonçusunun öz ayrı yeri var. Təbii ki, Musa Nağıyev biz Azərbaycan elminə, təhsilinə, səhiyyəsinə, maarifinə qoyduğu xidmətlərinə görə həmişə xatırlanacaqdır. Və onun bugünkü irsini, bugün onun nəvəsi deməli, Dilarə xanım davam etdirir. Çox böyük nəcib işlər görür. Həqiqətən də belə deyək də, təqdirə layiq işlər görür və xalq tərəfindən sevilir Dilarə xanım. Mən bu sevgini Pedagojik Universitetdə gördüm və bir daha şahid oldum ki, yəni insan ömrü boyu belə deyək də, yaşamaq, işləmək, belə deyək də, işlər görmək, elmə, dövlətə xidmət etmək arzusu ilə yaşayır. Mən bu Dilarə xanımın timsalında bu işləri gördüyümə görə ona 100 il ömür arzu edirəm ki, qalan işlərini də bundan sonra söyledim ki, Dilarə xanım kitabında nəinki öz Musa Nağıyevdən yazır, yəni həm şəhidlərdən, həm tanınmış Azərbaycanın ziyalıları haqqında esselər də yazır və bilirsiniz, Bakının 11 milyonçusu olub və onların da fəaliyyətini Dilarə xanım kitablarında qələmə alıb. Onlardan biri də bu günləri bizim qonağımızdır, sənətşünaslıq elmləri doktoru
İsa bəy Hacınskinin nəvəsi Nuridə xanım və qadı Sərvə xanım təəssüratlarını verir. Bir dənə bir təqdim edeyim. Mən deyirəm də tamada kimi. O vaxt televizorda xoşbəxt rəhmətliyi təbrik edəndə Cənab Prezident İlham Əliyev dedi ki, xoşbəxt mənim Xəzərin cikin də bilir, cikin də bilir. İndi bu Bahar xanım mənim cikimi də bilir, cikimi də bilir. Ona görə mən ona həvalə elədim ki, çox aparıcı ki, və Əsəd mənim gəlmişdi, aman mənim Əsəd mənim təyin eləmişdi, aparıcı kimi. Dedim ki, açılışı siz deyirsiniz, amma cikimi Bahar xanım sizə yavaş-yavaş danışacağım. Buyurun. Hörmətli qonaqlar, əziz ziyalılarımız. Bugün gerçekten de biz əlamətdar bir hadisənin şahidiyik. Çünki Bakının tanınmış, Bakı milyonçusu, neft qudası, belə deyək, xalqın sevimli bir evladının, nəvəsinin, Dilarə xanımın ad günüdür. Deyirlər, qadının yaşını soruşmazlar, gerçekten de elədir. Bir faktiki yaş olur, bir de biyoloji yaş olur. O biyoloji yaşı qoyaq bir qırağa. Dilarə xanım maşallah fərabətli, gənc görünüşlü və bəli, gözəl ürəkli, belə enerji dolu, həyat sevgisi ilə dolu, həyat eşqi ilə dolu bir insandır. Və mən arzulayıram ki, Dilarə xanım deməli 85 deyirsiniz, amma mən ona inanmıram. 98 yaşını inşallah onun qeyd edəsiniz. Və bir neçə kəlmə ümumiyyətlə mən burada səsləndirilən fikirlərəm. Mən sizi ürəkdən bir daha təbrik edirəm, Dilarə xanım. Bütün təbriklərə qoşuluram və bilirəm ki, gerçekten de siz böyük ictimai fəaliyyət göstərirsiniz, siz şəhidlərinizi daimi ziyarət edirsiniz. Siz daimi gündəmdəsiniz var, bunu bacarırsınız. Bir neçə kəlmə öz nəslim haqqında demək istəyirəm. İsa bəy Hacınski Bakı 11 milyonçusu deyirlər. 11 milyonçunun yeganə bəy nəslindən olan bir nümayəndəsidir. İsa bəy Hacınski Bakıda ilk kinoteatr tikdirən, İsa bəy Hacınski birinci Bakıya minik avtomobili gətirən özlər olsunuz. Qız Qalasının yanında binası göz oxşayan ən gözəl binalardan biri İsa bəy Hacınskinin binasıdır. Amma gördüyünüz kimi onun adı bir o qədər də nədənsə çəkilmir. 11 illik məktəbin, deməli, necə Tağırev Qızlar Məktəbinin himayədarı idi, siz deyirsiniz, Paçot Medupçitil. Elə də Paçot Medupçitil yeganə Bakıda oğlanlar gimnaziyası idi və onun popüçitili məhz İsa bəy Hacınski idi. Və o nə qədər uşaqlar təhsil alıb, neçə uşaq, deməli, evladımız xaricdə təhsil alıb, onun vəsaiti hesabına, onu necə deyərlər, ayrıca bir tədqiqat mövzusudur. Amma bilirsiniz, bizdə o enerji, Dilarə xanımdakı olan enerji, həvəs yoxdur. Hərəmiz bir işlə məşğul oluruq, bəli. Bilirsiniz, mən daha çox öz elmi fəaliyyətimlə məşğul oluram. Düzdür, mənim də bu yaxında Dilarə xanım, inşallah sizi dəvət edəcəm. 10-cu kitabımın təqdimatı olacaq. O 10-cu kitab mən İsa bəy Hacınskiyə həsr olunmuş. Bəli, o elmi daha çox, elmi publisistik deyil, elmi kitabdır. Və bilirsiniz, bəli, inşallah mən sizi mütləq dəvət edəcəm, Bahar xanımı mütləq dəvət edəcəm. Nədənsə bilirsiniz, bu bizim pasivliyimizdən irəli gəlir. Çünki biz nə televizorda, nə çox görünmürük. Bilirsiniz, bəlkə o təfəkkürü var ki, bizi gərək hamısı çağırsın, dəvət eləsin, sonra heç kimin qapısını döyməmək, heç kimdən xahiş eləmək. Bu da özümüzə ziyan vurur, bilirsiniz, özümüzə ziyan vurur. Dilarə xanımı mən, bilirsiniz, hər dəfə deyirəm, Dilarə xanım mənim üçün bir stimuldur. Mən hər dəfə onu görəndə, onun o fəaliyyətini görəndə, inansız fikirləşirəm, bəs biz niyə oturmuşuq? Biz niyə o fəaliyyəti göstərmişik? Və Dilarə xanım, mən sizə çox minnətdarım. Vallahi, siz bəlkə məni tərpədən, biz 8 nəticəyik və yeganə mənəm də bu necə deyərlər, bu fəaliyyəti davam etdirən, yəni necə ara sıra davam etdirən və bilirsiniz, mən sizə hər dəfə sizin ki, görüşünəzə gəlirəm. İnanırsınız, mənim bir həvəs əmələ gəlir məndə. Nəsə eləyim, nəsə bir nəslim üçün, bəli, nəsə nəslim üçün eləyim, nəsə bizim öz nəslimiz üçün də nəsə bir faydalı iş görür. Ona görə Dilarə xanım, gerçekten de siz belə Azərbaycan qadını kimi, yəni həm ziyalı, həm belə baxımlı, bir gənclər baxıb sizə öyrənsinlər, sizin həyat dərsinizi təbliğ eləsinlər. Çünki siz həqiqətən
siz həqiqətən də bir örnek. Və mən sizi ürəkdən təbrik edərək bir nəticə, bir nəvəli, ola bilər ki, bizim babalarımız vaxtında bir iclaslarda, bir tədbirlərdə, bir deyərlər, gülüncəklarda, xeyriyyə tədbirlərində bərabər iştirak edirlər, böyürlər. Çünki o səbəy də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin, Nicat Cəmiyyətinin, Nəşr Marifi Cəmiyyətinin üzvü olub və o da külli miqdarda vəsait ayırır və hər dəfə yəqin onlar bir yerdə görüşürdülər, yəqin öpüşüb görüşürdülər və biz bu ənənəli indi davam edirik. Mən Dilarə xanımı artıq bir 30 il yaxın tanıyıram və onun ilk fəaliyyəti mənim çox yaxşı yadımdadır. Dilarə xanım həmişə sumka qoltuğun altında arxiv, nə bilim, filan yer. Dilarə xanım səhərdən axşama kimi bu fəaliyyətlə məşğul idi. Və indi inşallah artıq Azərbaycanda tanınır, sevilir və öz babasının adını layiqincə yaşadır. Və halal olsun sizə Dilarə xanım. Mən deyim, halal olsun. Daha da böyük, necə deyərlər, biz tərkibdə sizin inşallah, mən deyirəm 98, niyə görə? Çünki 98 günədir, 98 heç olmasa yaşayacaq. Sizə can sağlığı, uzun ömür. Teşekkür ederim. Yorulmuram. Ona göre siz beni sevirsiniz ve Nurda Hanım musiki şınastı, senin şınastı elimden kopturdu. Maması Mehmet'e ise bir Hacız günün nevesi oldu, Kabristan'ın uzun müddet ve o benden çok işliydi. Her bir şeyde beni örnek görür. Anası da, kızı da ve bir iki tane gençlerden tapmıştım. Onlar da benden stimul alırlar, enerjimi. Ama sonra gördüm ki Hansı yatıp? herhalde çok gelir olarak. Ona göre biraz neyine sebeplerine göre beni karar aldım ki özüm ancak ahımsanlarını yaşadım ve yaşattıkça onlara ilham alırım. Eğer inanmak istiyorsa Vəfa xanıma söz vereyim. Vəfa xanım size diyeceğim de nece baba sevgisi yaratmışım. Buyurun Vəfa xanım. Bizi təqdim edin. Bizi Dilarə xanım, gençliyində xərclədiyin ömür, Dilarə xanım, gençliyində xərclədiyiniz ömür qocalığınızda kapitala çıxır. Siz gençlikdə bu sevgi ilə, bu məhəbbətlə yaşadığınız üçün bu gün siz təkcə bizə deyil, həm orta nəsilə, hətta xanıma belə bir örnəksiniz. Mən Dilarə xanımla tədbirlərində iştirak etdikcə, onunla yaxından tanış olduqdan sonra utanç hissi keçirdim və babamın qəlbini tapmaq qərara gəldim və onun sayəsində babamın üzünü görməmişdim mən və mən babamın qəlbini tapdım və onun qəlbini hələ siz tapmadınız, biz tez nəticə çıxartdıq. Dilarə xanım bugün Azərbaycan qadınına örnek. Dilarə xanım bugün Azərbaycan yeni nəslə örnek bir şəxsiyyətdir. Hətta keçmiş milyoncuların səcərəsində olan insanlara bir örnəkdir. Xanım dedi ki, Dilarə xanım kimi biz aktiv deyilik. Mən çox təəssüf edirəm ki, Dilarə xanım kimi aktiv deyilsiniz. Dilarə xanım bütün Azərbaycan qadının stimuludur. Mən onu kənarda görəndə mütləq maşını satıb onunla görüşlərə keçə bilmərəm. Çünki Dilarə xanım bəlkə də yeganə qadındır ki, bütün pozitiv hisslərini, pozitivliyi bütün ətrafa nur kimi çiləyir. Və bax, burada səhərdən oturmuşuq, oradan o xırda gülüşü, gözündəki gülüş ilə insanların belə könlü işıq tutur. Dilarə xanım, 120 il yaşayacağımıza tam eminəm. Çox yaşamaq olmaz gözümüzdən. Və mən düşünürəm ki, biz sizi nə qədər görürüksə görək, bax bu cür ləzzətli, düzətli, hamurda mən sizi planetlərdə görmək istəməm. Mən birinci sözüm. Allah sizə ömür versin və siz biz xanımların yaşamaq arzusunda, yaşam hisslərimizi bizə daha dərindən aşıran bir şəxsiyyət. Mən sizi çox sevirəm, ailə sevir, ailənin adından sizi təbrik edirəm. Çok sağ olun, teşekkür ederim. Kısaca əvvəldir Dilarə xanım, yəni mənim missiyamı aldı əlindən, Vəfa xanıma söz verdi. Amma mən istərdim bir neçə kəlmədə Vəfa xanımın fəaliyyətini deyim cəmiyyətdə. Respublika Qadınlar Cəmiyyətinin bayaq mən dedim. Bu 105 illik
yubileyi keçiriləcək. İnşallah bizə qismət olsun və 75 bindən çox qadını öz ətrafında birləşdirir. Və Vəfa xanım bu cəmiyyətin həm sədr müavinidir, həm idarə heyətinin üzvüdür. 13 nəfərdən biridir. Yəni, bayağı dedim, Dilarə xanım da və digər bizim xanımlarımız var. 13 nəfər bizim idarə heyətinin üzvüdür. Və ancaq onu bircə onun faktı deyim ki, 44 gün ərzində məhz döyüşlər zamanı biz 6 dəfə sərhəd zonasında əskərlərlə görüşə getmişik. Bu görüşdə bizim xanımlarımızın çoxunun vəsaitlə bizə dəstək olmasını gördüm. Amma Vəfa xanım mənimlə bərabər 6 dəfə o sərhəd zonalarında, o döyüşlərin qızğın vaxtında o əskərlərlə görüşə bərabər getmişik və böyük tırlarla onlara yardımlar, maddi mənəvi yardım aparmışıq. Həkimlərlə və psixologlarla biz onlara dəstək göstərmişik. Vəfa xanıma təşəkkür edirəm. Ağdama biz girişində bizi 5 dəqiqə raketin partlamasına, yəni 5 dəqiqə ayırdı. Biz oraya girəndə aləm yanırdı və bizdən soruşdular ki, bu maşınla siz necə bu yolda gəlmişsiniz? Bax, bu dəqiqə burada bir raket partladı. Mən ona görə təşəkkür edirəm və mən demək istəyirəm ki, hər bir kəsin bu dövlət üçün, bu vətən üçün, bu xalq üçün gördüyü işlər qiymətləndirilir. Mühtərəm uşaqlarımız oldu, onu da qiymətləndirilir. Biz o işləri çox görürük, ancaq bu seçildiyinə görə dedim və biləsiniz ki, 20-ci il Zəfər bayramından sonra prezidentin ilk siyahısında biz, Vəfa xanım da, mən də bu 4 yeri azad olunan Şuşadır, Ağdamdır, Xudafərin körpüsüdür və su qovuşana o siyahıda biz də var idik, biz də getmişdik. Ona görə prezidentimizə də və bütün bizim dövlət rəhbərlərinə təşəkkürümüzü bildiririk ki, gördüyü hər bir vətəndaşın gördüyü işinə onlar reaksiya verir və təşəkkürlərini bildirir. Mən bir Talih müəllim bayaq söylədi, bir də əlavə edeyim, sonra söz verir, düzdür sayın. Talih müəllim dedi ki, İsmailiyyə binasını xaricdən gətirib və burada o tipdə gotika üslubunda dikilən bir binadır. Amma olduğu kimi tikməyib. Ora şərq üslublar, şərq ornamentlərini əlavə edilir. Və yuxarıda gördüyünüz hal-hazırdakı ulduzların yerində Sovet dönəmində ulduzlar qoyulur. Orada Quran ayələri yazılmışdır. Və o Quran ayələri ki, insanları maarifləndirməyə çağırır və təhsil almağa çağırır. Bax, məhz o ayələr orada var idi. Ona görə demək istəyirəm ki, Musa Nağıyev hər tikdirdiyi binaya xüsusi diqqət ayırırdı və onun Ruslar deyir nazначениясını, təyinatını bilirdi ki, nə üçün düzgün təyinat edirdi. Ondan da başqa, onun gördüyü binaların hər birində, nəinki tək binalar, bayaq mən dedim, balıqçılıq sənayesi, bank sistemi, ilk dəfə neft ayırma zavodu, telefonun qovşaqlarının yaradılması, hamısı onun ideyalarıdır, hamısı onun layihələri üzərində. Və Musa Nağıyev fikirləşirdi ki, təkcə pulu harasa investisiya etmək deyil, kimlərlə işləmək, kiminlə addımlamaq olar. Bax, o adamları tapırdı. Onun, yenə deyirəm, savadsız, təhsilsiz demək olar, amma çox savadlı bir adamdır. Mən elə bilirəm ki, belə insanlar anadan gəlmə doğulurlar. Bax, bu belə şəxslər, bəli, istedadlı şəxslər olan doğulurlar. Və bu gözəl binanın Natəvan klubunun əhatəsindəyik. Biz yazarlarımızı, şairlərimizi yada salmalıyıq, bunu da bilməliyik. Və bizim çox gözəl bir şairimiz var. Onu mən şəxsən sevirəm, elə bir Azərbaycanda elə adam yoxdur, onu sevməsin. Mikail Müşfiq çox az bir həyat yaşayıb, amma onun şeirləri, onun həyatı dillər əzbəridir. Bugün onun Leyli xanım, yadigarı Leyla xanım, Leyla xanım buradadır. Dillər xanım, Dillər xanım qızı, Leyla xanım. Leyla xanım, yadigarı, Müşfiqin yadigarı buradadır. Sizlərin sözünüz, təəssüratlarınızı, təbriklərinizi çox sorulur.
başqasına da gedir. Yetmiş olabilir. 70 olabilmez. 50. İndi de 85. Yine de değilim. O rəqəm onda olmamalı. Size uzun ömür arzulayın. Sizinle biz bilirsiniz ki test etmiş bugün Kızı'daki Xatırə Muzeyi'nden bir yerde testini getirdik. Orada sizin tercihlerinize işletilmişler. Yani ona göre bir şey ben karar versinler. Ve inşallah bu arada onunla güzel yolmuşlar. Yine getirdiler. Size ne arzuluyorum? Burada o kadar hoş sözler dedim. Siz de ilişkili buna tamam hakkında şairler yazırsanız. Düzdür, siz tanış olmamıştır. Bu yüzden Əhməd Cavad'ın nəvəsini, böyük nəvəsini, arzu almaz tanışlar. Güzellik o da için yalnız paylaşan. Ama kim oturur haber? Çok tanışmayacağım. Hamınız benim işimime gelmişsiniz. Ona göre hamınızın yeri ben ürəyimdə. Orada da otursan, orada da otursan. Hamınız. Size uzun ömür çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Bizim konağımıza bir de çok tələsir, sözce sayın. Biraz onu siyahıdan gravata salır. Əlahət xanım. Hem həkimdir, hem kosmetologdur. Hem diğer aranızda. Dilara xanımın yaxın rəfiqəsidir. Yaxın rəfiqəsidir. Və elə bilirəm ki, onun belə gözəl, cavan qalmağında Əlahət xanımın bir müəyyən rolu var. Elə belə deyil. Elə belə deyil. En yeni cevap verdim. Dilarə xanım valla mənim Dilarə xanım özü gözəldir. Həm də daxil insan gözəl olur, nəyə görə? Daxil gözəl olanlar. Üzə nə qədər də qulluq eləsən, daxil gözəl olmasa, bu üzə bunun daxili gözəllik. Dilarə xanım da gözəl göz qabağındadır. Həqiqətən də gözəl insandır. Alim olmağıyla da yanaşır. Gözəl ürəyi var. Və mən ona görə onu çox sevirəm, gözəl ürəyinə görə. Ancaq mən bir həkim kimi ona arzulayıram ki, can sağlığı və bir gözəl qalsın. Və mən sevinirəm ki, məhz doğum günü, mayın 23-ü davam edir ad gündən. Amma məhz əsl 23-ü, mayın 23-ü mən təşkil eləmişəm onun tanıdığım şahidlər. Yəni, çox gözəl bir məkanda keçirmişik ad gününü, çox gözəl, məncə də şən keçdi, hamı bəyəndi. Ona görə hər il mən Allahıma can sağlığı versin, söz vermişəm ki, hər il qeyd edəcəm. Nəinki yubiley və hər il ad günü qeyd edəcəm. Və sizləri də inşallah yerdə əlaqə saxlayarıq, görüşərik. Və ancaq can sağlığı. Azərbaycan haqqında çox şeirlər eşitmişik. Qazimizə can sağlığı, anasına can sağlığı. Təşəkkür edirik. Çok sağ olun. Teşekkür ederim. Əziz qonaqlar, Azərbaycan haqqında çox şeirlər yazılır, hamımız onları əzbər bilirik. Amma bizim aramızda bir gözəl şairimiz var, həm bizim cəmiyyətimizin üstündə, həm Azərbaycan onu tanıyır, həm Naxçıvan çox sevir. Can Azərbaycan şeirinin məftuluyam mən. Ona görə bir xahiş edək, Şahbuzlu, Mərcan xanım, həm təşkil versin, həm də şeirin mütləq deməlidir. Əzizlərim, əziz bacılar, mən xanımlar demirəm, əziz bacılar, əziz analar, əziz qardaşlarım, hamınızı salamlayıram. Bugün bütövlükdə Azərbaycanımızın bir dərdi var. Bugün hamımız 5 barmaq kimi, bir yumruq kimi birləşməliyik və bu
çox adam ona titul deyir, status deyir. Mən deyirəm ki, bu dəmir çarıqlı qadın var. Brend təzə ad verirlər mənə, Brend. Mən deyirəm, Qardaşımın nəsli Valide Sultan adı verir mənə, çox titullarım var. Amma təzə də mənə Brendlər verirlər. dəmir çarıqlı qadın Dilarə xanım. Necə adlı Bahar xanım? Dəmir çarıqlı. Çünki bu adamın gecəsi gündüzü yoxdur. Bu insanı mən tanıyanlar, bu insanla mən tanıyanlar, düzdür. Ağa Musa Nağıyevin varisi, mən ona varisi deyirəm, nəvəsi zadı demirəm. Varisi, hər adam xanım burada oturmuşdur. Hər adam babanı yaşada bilməz. Hər adam ata ideyalarını yaşada bilməz. Bugün biz cəmiyyət içindəyik, çoxlusu var. Bilirsiniz necədir? İnsan gərək əmək sərf eləyər ki, onun bariz nümunəsini götürsün. Dilarə xanımı mən 35 ilə yaxındır ki, tanıyıram. Dilarə xanım nəinki milli mənəvi dəyərləri istər gənclərə, istər orta nəslə, istər mənim kimi ağ başlı xanımlara, yəni təbliğ edir insanlığı, milli mənəvi dəyərləri necə qorumaq lazımdır, qadın evdə necə özünü aparmalıdır, efirdə özünü necə aparmalıdır Vəfa xanım və nümunədir. Bütün Azərbaycan xalqına o insan nümunədir. Qadını olsa igidlər, qayalarda çiçək bitər. Mən bu mövzunu Gültəkin Əsgərova üçün yazmışdım. Rəhmətli Rəfiqə xanım da ona görə mənə deyir ki, mənəli qızım. O ki, qaldı Dilarə xanım. Dilarə xanım bugün hər bir ailənin problemləri ilə yaşayan bir insan. Necə ki, prezidentimiz Mehriban xanım yaşayır. Dilarə xanım da öz camiyyəsində bütün böyüyün, kiçiyin, xırdanın, yekən, hamının problemləri ilə yaşayır. Mən o insanın qarşısında bir balaca insan kimi baş əyirəm. Bu bir. İkinci, Bəli Əliyev deyirdi ki, Dilarə xanım ki, zala girdi, insanda yaşamaq istəyir bunu. Yaşamaq istəyir. İndi isə keçirəm, mən onun aləmini, planı qoyuram bir tərəfə. Dilarə xanım mənim cığır yolumdur, qeyrət yolumdur, hər şeyimdir. Balalarımda özümdə, səmada. Açkim da qalıb o hədiyənin içində, onu belə kör açkim. Hə, digər tərəfdən, əzizlərim, qurban olum sizə, gəlin beləncə bir qadınların ətrafında şam kimin əriyək nə olar, qurban olum sizə. Bugün tək prezidentimizdə Mehriban xanımdan hər şeyi gözləmək lazımdır, Dilarə xanımdan gözləmək lazımdır. Dilarə xanım heç kimdən heç nə gözləmirdi. Çarığını geyirdi, Dərman Esimə xanım da bilir, canım Esimə xanım. O insan, gecəsi gündüzü mən onun evində dolmuşam. Bəlkə də evdə heç çörək yemir yazım. İnanırsınız. İndi isə mən bütün kitablarımda Dilarə xanım haqqında yazmağım başqa, bizim meşranatımız, Allah qəni rəhmət eləsin, Musa Nağıyev haqqında bir şeirimi verəcəm, oxuyacağım, sonra oturacağım, verəcəm. Olub, milyonçu Musa Nağıyevin varisi Dilarə Nağıyevə, mən belə yazmışam, varisidir, mən varisi deyirəm, kim nə deyir desin. Dönüb, bir geri bax, Dilarə xanım, sənin baban ləngərində dağılır, onu hər adam bacarmaz. Onun xoş işini mən necə danır, əməli işi də ölməz oldu. Əsri olmadı yalın, yaltağın. Əsri olmadı yadın, yaltağın. Qalibi olmuşdu ağır sınavın. Çünki sınav dövrüydü axı Bahar xanım o vaxtı. Haqqın dərgahında o üzü ağır, milyonçu olsa da üzü ağır. Şərəfli ömr edib, yaradıb, qurub, fəqirin, kasıbın halını duyub, xalqının xalqına havadar bir dayaq durub, onun üçün əhvalı daim çağ olub, ona görə açıq istəyirəm, gözüm ağrıyır. Musa Nağıyevdən qurulan qalır, əməli, sorulan qalır. Mərcanın gözündə, nəinki Mərcan gözündə, bütün insanın gözündə durulan qalır. Ünvanı cənnətdir, ünvanı cənnətdir. Ünvanı cənnətdir Məlan xanım, güllü bağ olub, o güllü bağdır. İndi mən seni deyirəm, məni deyirsiniz,
anamızdandır şair Mərcan. Qoy var olsun Azərbaycan. Sən anama deyirəm canım calı calı Azərbaycan. Amma yaşa, yaşa Azərbaycan. Mənim də öz adım Mərcan, dövlətimdə də bir can. Ay Vəfa xanım, Gülnarə xanım hanı? Mənim öz adım Mərcan, dövlətimdə də bir can. Bu iki can birləşib çağrılır Azərbaycan. Doğulduğum məkansa, bağlı torpaq, Naxçıvan, hamımıza ürəyim qurban olsun. Öpürəm bağlı. Çox danışdım, üzr istəyirəm, valla. Yox, gözəllikdən çatdırmaq istəyir. Tələsənlərimiz var, icazəmiz var bizim. Xəzər rayonu üzrə sədrimiz var. Deməli, Günay xanım, Günay Məmmədli, Məmməd Bəyli, hər dəfə yançaşdırırlar. Və Azərbaycanda ilkə imza atan onkoloq, həkim, xirurq və digər nöqtələr. Dünyaya evlad bəxş edən. Dünyaya evlad bəxş edən, amma Azərbaycanda onkoloji xəstəni 9 ay onu müşahidə altında saxlayıb, ilk dəfə dünyaya uşaq, sağlam uşaq gətirən sizə də bir tanımaq bu tanımaq. Yanındakı xanım da bizim əczaçı xanımdır, onu da tanıyasın, Rüsarə xanım. Amma istərdim Günay xanımın bu təcrübəsini təsəvvür edin ki, Amerikaya dəvət ediblər və bir neçə ştatda onun mühazirələrini deyirlər. Eşq olsun Azərbaycana. Biz gəldiyini onu görə bilməmişdik, istərdim ki, bir neçə kəlmə həm gününü, yubileyini təbrik eləsin, həm də qısaca məlumat versin ki, Amerikada bizim Azərbaycanın təcrübəsini necə yayınlansın və digər ölkələrə eşitdirib dəvət edirlər. Dəvət edirlər. Valla bu gün sizlərin arasında oturmaq mənim üçün çox böyük fəxirdir ki, illər sonra da Allah qismət eləsə, nəvələrimə, nəticələrimə danışacaq ki, mən belə insanlarla bir otaqda oturmuşdum. Bu böyük bir fəxirdir. Buna görə sizə deyərəm, bu dəvətə görə bir ayrıca təşəkkür. Bayaq xanım çox düzgün dedi. Biz də o milyonçuların nəvəsi olsaq da, mən Hacı Ağa Dadaşovun nəticəsiyəm. Amma sizin qədər yəqin ki, onların işini doğru dünyaya bəyan edə bilmədik. Biz də başqa bir cür onu çalışırıq bəyan edək. Amma mən həkiməm. Gözəl şeylər və gözəl sözlər yəqin ki, deyə bilmirəm. Cərraham, mənim işim qısadır. Gördüm, kəsdim qısatıların qarı. Amma bir qəşəng söz dedi Mərcan xanım. Siz doğrudan da Musa Nağıyevin varisisiz. Hərdən zarafat üçün deyirəm ki, mənim ulu babalarım milyonçu olub. Amma məndən nəsə deyirəm, kasıb vaxtlarına düşmüşəm, dedim, milyon qoymayıblar. Amma onlar bilirsiniz, bizlərə nə varisiyik və o varisin olmağı siz nümunəsi gen. Pulu itirmək olur, pulu xərcləmək olur, yenidən qazanmaq olur. Amma yenidən qazanmaq olmur, nə xərcləmək olur. Virxovun bir sözü var, Rus genetikinin, prirodun yapmayış, yerin hipadvodur. Yəni, təbiyyəti aldatmaq olmaz, geni aldatmaq olmaz. Gendə nə varsa, gözünüzü qabağında çıxır. Mən sizin əllərinizdən yoxsam. Sizdən fərq edirəm. Mən sizin yaşadığınız zamanədə yaşayıram və bunları görürəm. Mən də o boyda milyonçunun varisi kimi heç kimə məktəb aça bilmirəm. Nə bilim, kiməsə oxutura bilir, imkanım yoxdur ona. Amma deyə bilirəm, kiməsə nəsə bir imkanım olsa, qazi ailəsinə, şəhid ailəsinə, ümumiyyətlə bir imkansız adama kömək edirəm. Qəhrəmanlıqdır. Düzdür, bilmirəm, nə qədər təvəzzükarlıqdan uzaq olsa da, sadəcə baxmam deyil. Bizim belə bir pasiyentimiz oldu. Müraciət edir, dedi ki, doktor, mən xərçəng xəstəsiyəm və sonumu bilirəm. Düzdür ki, o tam hər zaman elə deyil. Xərçəng xəstələri illərlə yaşayır, mənim 10 il yaşayan pasiyentlərim var. Bugün də sağdırlar, sağsız inşallah. 10 ildə sağ olacaqlar və 100 ildə sağ, Allah verdiyi ömrü yaşayacaqlar. Amma pasiyentimiz bir qədər gecikmişdi, bizim bir sosial verilişdən müraciət etmişdilər. Tam imkansız bir ailə idi. Dedi, doktor, mən bir gündə olsa ana olmaq istəyirəm. Və elə 3 aylıq, üzrəm, xərçəng aşkar edilmişdi. 6-7 illik sonsuzluqda. Yəni burada xərçəng müalicədən sonra onun daha uşaq ana olmağı mümkün deyildi. Və dünyada belə bir risk var, belə bir proses var.
26-cı uşağı idi, 26-cı uşaq Azərbaycanda doğuldu. Biz süd vəzi tərkənli pasiyentlə hamilə ikən kimyoterapiya yapardıq. Milli Onkologiya Mərkəzinin köməyi ilə kimyoterapiya yapardıq. 9 ay mən onu nəzarət etdik və 9 ayın sonunda bizim qəşəng bir qızımız dünyaya gəldi. Sağ olun. Biz buna müraciət etdik və Amerikadan sağ olsunlar səsimizi eşitdilər, bizi dəvət etdilər və inşallah sentyabrda 20 elə bir pasiyentim var ki, hamiləliyin sonunda, xərçəngin sonunda xirmiyə şua almış pasiyentlər ana olublar, 20 elə bir pasiyent haqqında. Bu il bizi Singapura dəvət ediblər, inşallah ölməsək alsa, Oktyabrda Singapurda. Biz milyonçu deyilik, düzdür, onların nəvəsi olsa. Çox belə qərar eləmək istəyirəm ki, milyonçu olub, xeyriyyəçi olub, onlar qazanıblar, xərcləyiblərdir. Mənim milyonlarım heç vaxt olub, mənim milyonlarım, milyon sizin milyonlarınızdır da, əlbəttə. O da sizin səbəbiniz. Mənə o qədər xoş sözlər hərdən çox vaxt münasibətdə oluram, telefonla. Elə bu yaxınlarda bir rəqəm 20 mesajı ayırmışam ki, arxivini atacağım ki, mən sən demək çox böyük işlər görürüm, heç özüm də xəbərim yoxdur. Amma xeyriyyəçinin o dövrdür, mən həmişə deyirəm ki, bu çıxardı 5 manat qiymətsə, ya 100 manat qiymətsə, bu xeyriyyəçinin mən bunu hesab edəmirəm. Xeyriyyəçinin odur ki, yerində. Həqiq ki, mənim mənəvi 2 evladım var. Özümün 2 evladım var, bir oğlum var, bir qızım. Və 2 mənəvi evladım var. Tural adında Aynanın əməkdaşıdır. Bir də Yeganə xanım biyoloji üzrə doktordur. Onlar deyərlər ki, mən xarigələr yaratmışam. O Turalı mən bu günləri Aynanın əməkdaşı olmağına, pillə mən getmişim olmaqda, telefonla onu qaldırmışam o səviyyəyə. Və Yeganə xanım da bunun şahididir ki, onun üçün nələr eləmişəm. Amma pul xərcləməmişəm. Amma əslində mən hörmət qazanmışam və təşəkkür qazanmışam. Və bir də xeyriyyəçiliyim ondadır ki, Dinara xanım sizə söz veriləcək gözləyim. Bir də xeyriyyəçiliyim ondan ibarətdir ki, mənim qohumlarım bayaq dedim, qardaşımın uşaqları, həm mənim validə Sultan da adlandırırlar, Rədd də adlandırırlar. Və bu yaxınlarda bir telefon zəngi oldu. Burada Dəmişin böyük qızı Gülara xanım göstər, Gülara xanım, onun qızı Hicran xanım buradadır və nəticəsi Hafiz buradadır. Bu yaxında mənə zəng oldu telefonla, səhv etməsin maşınla gedirdim arası, heç bir gün uşağın vəziyyəti pisdir, həm kəsiri var, özü əskərlik qarşısındadır. Mən bunu neyim? Dedim, valla nə bilim, mən düzgün yol gedirəm, mən nə bilim, 5 manat olmaz, verim getirim. Dedim ya, amma onu deyir deyə beyin işlədi və beyin hazırladı. Səhər mən zəng edirdim ki, 9-da gəlin mən aparım falan görə. Gəldi yoldaşımla, uşağımla mənim, yolda zəng edir ki, falan kesmədim, həmin yerin rektoruna zəng edir, telefonu tapmışlar, danışmışam. Məni qəbul edirdim, bu gün yox, sabah. Dedim, yox, mən uşaq yoldayım, haradasın, bunu 20 yapardım, gəlin. Getdik içəri, 10 dəqiqə içində hər şey oldu. Hətta 6 ayda da vaxt verirlər bizə ki, əskərliklər uşaq instituta girsin, hafiz olmamız. Yəni, belə xeyli kişiliklərin də mən yaxınlarımın, qohumlarımın hörmətini qazanmışam, izzətini qazanmışam. Bacım oldu, bir dənə bacım var, Eşan Turayana. Bacım oldu, Eşan Turayana, Rauf mənim buradadır. Yəni, bunlar həmişə mənim ətrafımdadır və mən yenə deyirəm, pulla yox, amma mənə də gəldi, böyük xeyriyyəçilik eləmişəm. Ən böyüyü oldu. Ən böyüyü. Deyərəm, həkim nə insana arzu edə bilər? Ancaq can sağlığı. Mən sizə can sağlığı arzu edirəm. Bundan sonra həkimlərlə ancaq xoş günlərdə görüşək. Teşəkkür Demək, Günlara xanım dedim, hələ mən bayaqdan və bizim Carşı jurnalının baş redaktörüdür və bizim bütün tədbirləri həqiqətən də öz jurnalında o çap edir, ona görə istəyirəm ona söz verim, amma yəqin çıxır. Təşəkkür ediyorum. Bizim bir qonağımız da var burada. Yəqin siz şahidi olmuşsunuz.
Teşekkür ederiz. Geldiğinize göre sağ olun. Burada yer var, orada altılar gelsinler. Bizim bir qonağımız da var. Yəqin hamınız şahidlər olmuşsunuz. Biz Laçın koridorunda böyük bir aksiya keçirirdik. Bir neçə il bundan öncə. Laçın indi hal-hazırda bilirsiniz bu yaxınlarda böyük bir hadisənin şahidi oldu. Beynəlxalq aviasiyanın, beynəlxalq aeroportun açılışında 3 böyük devlətin, qardaş devlətlərin rəhbərləri iştirak etdilər. Amma ondan bir neçə il öncə bilirsiniz oranın azad olunması üçün və ermənilərin oradan çıxarılması üçün qeyri-hökumət təşkilatlarının nümayəndələri, yəni devlət yox, qeyri-hökumət təşkilat nümayəndələri orada böyük aksiya keçirdilər ki, yəni buradan erməni vətəndaşları azad etsin, bizim torpaqlarımızın, zəngin torpaqlarımızın, bütün varidatımızı çıxarıb, xaricə aparıb milyoner olurlar. Bu bizim torpaqlarımızdır və torpağın altı da, üstü də bütün zənginliyi bizim Azərbaycana məxsusdur. Orada çox fəal iştirak edən bizim bir xanımımız, həm də ekoloji maarifləndirmə təşkilatının rəhbəri. Dilara sevər. Dilara xanımı sevər. Onu da deyim ki, orada ola və ondan sonra bəlkə 3000-dən çox intervyular, müsahibələr verib beynəlxalq təşkilatlara və onun bir müsahibəsi bütün dünyada demək olar ki, dildən dilə səsləndi. Təşəkkür edirik Qəmzə xanım, təbrikini çatdırırsınız. Çok değerli Barhan, çok teşekkür ederim sizler belə yüksek səviyyədə təqdimatınız üçün. Əslində hamımız biz bu dövlətin müsəlləh əskərləriyik. Dövlət bizi harada görmək istəsə biz böyük məmnuniyyətlə, gücümüzün yetdiyi qədər, bacardığımız qədər dövlətimizin yanındayıq. Və bugün Barhan, Dilara xanım haqqında o qədər gözəl sözlər deyildi ki, və dəfən mən hiss elədim ki, sanki mənim ürəyimdə deyəcəyim sözlər idi, onları dedilər. Amma Dilara xanım, sizin haqqınızda danışacaq, deyiləcək sözlər heç bitməz. O sözün birini siz dediniz, mənə təzə ad qoyublar, brend, mən o gün dedim. Dedim, Dilara xanım, o adı mən sizə vermişəm, siz, Bahar xanım, Azərbaycan cəmiyyətinin brendlərisiniz. O adı mən sizə vermişəm, məndən başqa hələ deyəm, çünki təzə demişəm onu. Siz onu görürsünüz, yaddaşınıza əkələm. Nəzifin adını çəkməmiş. Hüquqlarımı tez bərpa elədim. Dilara xanım, sizə o qədər gözəl, o qədər içdən sözlər dedilər ki, doğrudan da hər bir çıxışda o qədər səmimiyyət, o qədər içdənlik və özəllik var idi ki, bu məhz Dilarə Nağıyevaya istiqamətlənmiş sevgi, sevgi seli, işıq idi. Dilara xanım, mən nə deyim sizə? Bilirsiniz, 100 il keçib ortalama bugün Musa Nağıyevin fəaliyyəti Azərbaycan cəmiyyətində bax bu qədər hallanır. Əslində biz nəsil Musa Nağıyevi o qədər yaxından tanımırdıq. Siz Musa Nağıyevi Azərbaycan cəmiyyətinə, Azərbaycanın orta nəslinə və gənc nəslinə tanıtmışsınız. Bu çox böyük bir, qiymətli bir fəaliyyətdir ki, və 100 illər keçəcək Dilara xanım. Sizin haqqınızda bax belə məclislərdə Dilara Nağıyevadan danışacaqlar. Necə? Necə? Yox, onda Dilara xanım, siz cənnətdən 100 illərdən sonra, cənnətdən bəli baxacaqsınız. Necə ki, bugün Musa Nağıyevin ruhu şaddır. Bax, Azərbaycan cəmiyyətinin sayılan seçilən ziyalıları, doğrudan brendləri, bugünlərin elə Bahar xanımın bu tədbiri aparmağı böyük bir hadisədir. Çünki sizlər Azərbaycan cəmiyyətinin qaymaqlarısınız, doğrudan brendlərisiniz və 100 ildən sonra sizin ruhunuz çox şad şəkildə bizdən sonraki nəsillər, bax sizin haqqınızda danışanda, Dilara xanım, siz oradan və biz də yəqin ki, çox mutlu məsud dinləyəcəyik. Dilara xanım, siz doğrudan da bir brendsiniz. Sizin gözünüzün işığı, sizin xanımlığınız, sizin dayanışınız, duruşunuz, enerjiniz, sevginiz və bir sadəlik deyə bir ən böyük məfhum var. Biz Sovet dönəmində böyümüşük, bizim üçün o vaxt Lenin deyirdik. Leninin şoförü, sürücüsü, Barhanım ki, mən Rusça dedim, sürücüsündən soruşurlar ki, siz onu o duhanı anlatacaq tək bir kəlmə işlədin.
O deyir, o həqiqət qədər sadə idi. Sözün hikmətinə baxın, həqiqət qədər sadə. Dilarə xanım, deməli, ən böyük dünyanı idarə edən ədalət və həqiqətdir. Həqiqət qədər sadəlik məhz sizə aiddir. Dilarə xanım, siz sadəliyinizlə bir nümunəsiz. Siz bir məktəbsiz və sizi bayaq yaxşı dediniz, Dilarə sevər. Mən Dilarə sevərəm, mən sizi sevirəm, sizlə fəxr edirəm və bayaq səsləndi o fikir. Doğrudan ki, nə mutlu bizə ki, biz sizlə sizin müasirlərinizik və sizlə mutlu məsud, sizi bağrımıza basa bilirik. Sizin kimi tarixi şəxsiyyəti sevə bilirik və o sevgimizi sizə çatdıra bilirik. Yaşınız mübarək, yubileyiniz mübarək, hər zaman bax belə gözəl can qalır. Bax, çox üzr istəyirəm. Mən onu deyənmədim. Əzizirəm, düz olsun. Daş tərəzi düz olsun. Ulu Allahdan arzumdudur ki, 85 nədir? Yaşınız elə 100 olsun. Ben bayağı tarihçəni dedim, cəmiyyətin tarixini və 90-cı ildə dedim ki, yenidən qeydiyyatdan keçən bir təşkilatdır. Bu illərin 35 ili yəni tanım olur. Ümumi 105 ili, amma 90-cı ildən bəyə 35 ili olur və bu 35 ildə bizim elə üzvlərimiz var ki, indiyə qədər onlar fəaliyyət göstərir və bu cəmiyyətdə daim gəlirlər, gedirlər və hansı istiqamətdə, hansı sahədə biz fəaliyyət göstəririk, onlar orada iştirak edirlər. Bizim gözəl xanımımız, Rühəngiz xanımı 30 ildən artıq biz tanıyırıq. Onu yəqin bütün Azərbaycan özünə görə, oğluna görə də tanıyır. Rüfətin anasıdır, bilirsiniz. Müğənnimiz var, gözəl müğənnimiz. Düz dedim. Rüfətin anasıdır, amma özü çox təvazökarlı, səsini çıxarmır, amma xeyirxah işlərimizdə həmişə fəal iştirak edir. Yəqin ki, Rühəngiz xanımın Dilarə xanıma təbriki mütləq olacaq, çünki çoxlarından daha çoxlarından tanıyan bir xanım. Rühəngiz bu zalda mənə qələm bağışlamışdır, qələmi yüzü olsun. Hələ olacaq, yəni usul. Yəni, Bahar xanım birdən söz verdi, heç gözləmirdim. Çünki belə bir böyük məclisdə mən yaşca böyük də olsam, vəzifəcə burada oturanların hamısından kiçiyəm. Ancaq bir tərəfdən də fəxr edirəm ki, bütün burada oturan bu ziyalıları, məşhur adamları yetişdirən bir şəxsiyyət var, müəllim. Mən müəlliməyəm. 47 ildir ki, gənc nəslin təlim tərbiyəsi ilə məşğul olmuşam. Və bugün də oturub baxanda, istər gənclərə, istər sizin kimi dahilərə fikirləşirəm ki, nə xoşbaxt ki, bu sənəti seçmişəm. Dilarə xanım haqqında bayaq xanım dedi, hamı gözəl sözlər dedi. Özdə hamısı ürəyimizdən keçənləri dedi. Hər adama qismət olmur ki, bu sözlər ürəkdən gəlsin. Mən də Dilarə xanımı insanlıq cəhətdən sevirəm. Doğrudan da həqiqətən neçə illərdə onu ilə oturub durdum. Bir dəfə həyatımda görmədim ki, Dilarə xanım kiminsə arxasınca söz desin, nəsə. Hətta mən onu da sınadım ki, gəldim ona eşitdirdim də ki, mən bir nəfəri tanıyıram, demədim nə deyir, üstü örtülü. Ancaq getdim evdə fikirləşdim ki, halal olsun, yenə də o adam haqqında o söz demədi. Yenə də o adam haqqında söz demədi. Dilarə xanım, siz nəinki Azərbaycan qadınlarına, bütün dünya xanımlarına nümunəsiz. Demirəm sənətimizə görə, demirəm zirvəmizə görə. Şəxsən mən və bütün qadınlar istəyər ki, bu yaşda belə gözəl, belə təravətli, nəvəli, nəticəli, indi doğrudan deyək də, ən böyüyü budur. Deyir ki, dünya bir nərdivandır. Qalxanda çox mehriban, enəndə nə yamandır. Həmişə nərdivanın başında olun. Və bizi də, mən bilirəm ki, çəkib o nərdivanın başına çatdıracaqsınız. Hər şey bilirsiniz. Öpürəm. Can sağlığı arzulayıram. Hamımıza belə ömür qismət arzulayıram. Sağ olun. Biz ilk növbədə bizim bu məclisimizi açanda ilk öncə şəhidlərimizi bir dəqiqəlik sükutla andıq. Və bizim yanımızda əyləşən bir şəhid anası var. Polkovnik Rəşadın, Polkovnik Leytenant Rəşadın anasıdır. Mətənət xanıma söz verək, onun ürək sözlərini çatdırsın. Sakitcə həmişə gəlir, sakit oturur və iştirak edir tədbirlərimizdə.
çox təvazökardır, danışmaq da istəmir. Yəni siz deməsəniz də biz bilirik ki, sizin oğlunuz qəhrəmandır, qəhrəmanların qəhrəmanıdır. Bir polkovniki yetişdirmək üçün dünyanın vəsaiti sərf olunur. Yəni təsəvvür edin, o polkovnik, leytenant gəlib o həddə çatır və özünü şəhid edir. Əskərdən özü irəli verir. Yəni əskəri verib arxasında dayanmır. Bu qəhrəmanların qəhrəmanı olur. Ona görə və bu kitabında Dilarə xanım onun haqqında, əgər oxursanız görəcəksiniz ki, onun haqqında da müəyyən bir fəaliyyəti haqqında, qəhrəmanlığı haqqında yazılar yazır. Buyurun. Məhəmməd xanım, hesab edin ki, birinci çıxış edirsiniz. Səsini çıxarım. Hamınızı salam verirəm. Bu tədbirdə iştirak etdiyinə görə çox qürur duyuram ki, belə bir xanımın, gözəl Nur üzlü xanımın tədbirdə iştirak edirəm. Orada da sizə 85 yaş vermək olmaz. Çox cavansız, çox gözəlsiz. Allah sizə sağlam, uzun ömür versin. Uğurlarınız bol olsun, qələminiz uğurlu olsun. Ben bir şəhid anası kimi belə bir ki, tək oğlunu itirmişəm. 20 bin zabitiydi. Həyatı cəbhə bölgələrində, səngərlərdə keçib. Atasız böyütmüşəm. 6 yaşında atasını itirib. Ata vəsiyyəti ilə hərbiçi olub. Naxçıvan məktəbini, Ali Hərbi məktəbini, bir təlim tədris məktəbdə dinləyici olub. Həyatını, ömrünü, 37 illik ömrünü hərbiyə həsb elədi. Səngərlərdə, cəbhə bölgələrdə, əskərlərinə, dövlətinə, xalqına şərəflə xidmət elədi. Mən oğlumu itirsəm də fəxr edirəm ki, elə bir oğlun anasıyam. Həmişə deyirdim ki, Rəşad mənim oğlumdur. İndi mən deyirəm ki, mən Rəşadın anasıyam. Mən onu qürurla deyirəm. Çox çətindir, çox ağırdır. Ancaq o bizim başımızı ocaqdır. 30 ildə alınmayan torpaqlarımızı bizim şəhid oğullarımız işğaldan azad etdilər. Yəni, təqaüdə çıxa da bilərdi. 20 il tamam olmuşdu. Ancaq çıxmadı. Avqustun 3-də təqaüdlər çıxırdı. Çıxmadı ki, vətəni dar günündə mən çıxa bilərəm. 2 balasını düşünmədi. Öz atasız böyümüşdü. Bilirdi ki, atasızlıq nədir? Ancaq 2 qızı var. Oxford məktəbində oxuyurlar. Hər şeyləri var. Ancaq atası yoxdur. Aç susuz deyilik. Ancaq oğlu yoxdur. Çünki elə bir oğul itirmək mən ana üçün çox çətindir. Dilarə xanım, siz bu cür fəaliyyətlər göstərirsiniz, bu cür yəni əmək sərf edirsiniz, hər şey. Aranıza, Zahirə, Allah'a rəhmət edirəm, nur içində yatsın. Ancaq bu 5 ildə biz şəhid ailələrinin yanında olursunuz, evimizdə olursunuz. Mən heç kimdən, ya dövlətimdən heç də istəməmişəm. Ancaq istəmişəm ki, həmişə qapımı açsınlar, məni yad etsinlər, qayğı çəksinlər. Yəni, sizin gülər yüzünüz bizə ki, gəlmişsiniz. Allah sizə can sağlığı versin. Allah sizə həmişə uca zirvələrdə olasınız. Həmişə də bizim yanımızda olasınız. Mən də sizi çox sevirəm. Doğrudan da Dilarə sevərlərdən biri də mənə aşağı edirəm anası. Mən də sizi çox sevirəm. Hanım, bir də mən söz teşekkür edirəm. Qoy əbəd eşq olsun, ölməz qəhrəmanlara, bu ellərin yolunda canını qoyanlara, igidlərə, ərlərə, ölməz hünərvərlərə eşq olsun. Zaman gəlib ötüşür, onların üzlərindən qəribədir bu cahan, ötər bahar, ötər qış, yada salın. Bu hörmət, bu ehtiram ən müqəddəs diləkdir. Bu hörmət, bu ehtiram ölülərdən daha çox dirilərə gərəkdir. Qoy əbədi eşq olsun,
ölməz qəhrəmanlara. Çox sağ olun. Çox sağ olun. Tüm devletimiz de ve vətəndaşlarımız da bu şəhidlərlə fəxr edir, qürur duyur. Onlar sizin oğlunuz idi, hamımızın oğlu ve evladıdır. Ve biz onlar iller keçdikcə də onlar həmişə yadda olacaq, tarix onları yaşadacaq. Xanımla insanlarımız, vətəndaşlarımız onları həmişə yaşadacaq. Tamam xanım, Dilarə xanımın çox yaxın rəfiqəsi illərdir. Uzun illər daim adınızı eşitmişəm. Tamam xanım bunu elədi, tamam xanım onu elədi. Nəvəsi də bu şeiri yazdı, nəvəsi o kitabı yazdı və nəhayət eşitdim bu yaxınlarda ki, nəvəsinin kitabı da prezidentin mükafatına layiq görülür. Biz təbrik edirik bir daha sizi və siz Nəzrin xanıma da bizim təbriklərimizi çatdırın və Dilarə xanımın təbrikini yerinizdə. Mən də çox qürur duyuram ki, nə yaxşı bu məclisə gəldim. Mən də o gözəl xanım kimi müəlliməm. 45 ildə işləmişəm, indi təvəqqüdəyəm. Dilarə xanımı da çoxdan tanıyıram. Və tanıyandan sonra Dilarə xanım mənim də onun o fəaliyyəti mənim də elə bir qürurlandırdı ki, mən də vadar elədi ki, mən də babamı axtardım çox. Mən də babam repressiyonu qurbanım. Çox elə bir ki, yatıb qalmışdı, qalmam çəkmədi. Ben utandım ki, mən niyə axtarıram? Axtardım. Səhər xanım, çox var olasınız. Güzel insanların içində, bütün söz qırdarların içində, ziyalıların içində. Elə bir sanki hamısı mənim ürək sözlərimdir. Çok sağ olun, hamınız da çok var olun ve Dilarə xanım, təbrik ederim sizi, var olasınız. O da olsun sizin 100 yaşınızı, 98 illiğinizi bile keçirəyin, yani var olan ki, anda geçin, siz de sağ olun, var olasınız. Tamam xanım mənə zəng gedir. Ay Dərcan xanım desələr, tamam xanım, qulaq asıram, ucuyu həll edirəm. Deyirəm, söz verirəm, baxaram, amma bütün sözlərini yerinə yetirmişəm. Teşekkür ederim. Bizim Dilarə xanım qohumları da var. Yəni onlar inciməzlər ki, əvvəl qonaqlara söz veririk, sonra Nəzakət xanım danışacaq. Bir də Nəzakət xanım sözü. Bir jurnalistlərimizi qeyd edək. Həsənli Sona xanım Həsənli bizim tanınmış jurnalisti və Dilarə xanımın bütün fəaliyyətlərini nəzarətdə saxlayır və işıqlandırır. Buyurun. Hörmətli xanımlar və cənablar, hər birinizi salamlayın. Hörmətli Dilarə xanım. Bugün Dilarə xanımın işığına yığışmışıq. Onun həm kitab təqdimatı, həm də 85 illik yubileyinə. Hörmətli Dilarə xanım, mən çox danışmayacağım, yetərincə hər kəs danışdı. Mən sizi təbrik edirəm. Bundan qalan Allah verən ömrüdə sizə can sağlığı, hər zaman xoş günlərin əhatəsində yaşamağı arzu edirəm. Sizin işlərinizdə də uğurlar arzu edirəm. Qələminiz həmişə it olsun, ürəyiniz hər zaman döyünsün, gözləriniz hər zaman belə gülsün, sevinsin. Sağ olun. Dilarə xanım, o qəzetlərdən siz 5-6'ını aparıb rektoruna verirsiniz. Həmin o 105'i, burada bugün üniversitede bizim görüşümüz hakkında Sona xanım qəzetlərini Və götürün bir bizim bütün fəaliyyətimizi, gördüyümüz işləri həm saytlarında, həm digər qəzet və jurnallarda çap edən bizim dostumuz, hamının dostu Kamran müəllim, baxıram tek bizim yox, bütün təşkilatların dostudur. Nə vaxt onları çatdırır, nə vaxt onları yazır, hər birinin tədbirində iştirak edir və bir də görürsən ki, axşamdır ya səhərdir, artıq saytlarda bu məqalələr bu şəkildə qeyd olunur. Kamran müəllim, təşəkkürümü bildirirəm sizə, bizim də daima siz işıqlandırırsınız. Minnətdarım. Çox sağ olun, hamımızda dərin təşəkkürümü edirik. Məxsusən də bizim Dilarə xanım. Buradan belə baxanda yadlar çox idi. Allah sizə ömür versin, gözlərimiz qarandı. Hamısı xanım. Var olasınız, qeyd olundu. Doğrudan da siz hamınız böyük qüvvələrsiniz. Mən həmişə deyirəm. Onlar bizə nisbətən çox məsuliyyətli olur xanım. Yəni bunlara istənilən bir işi tapşıranda
bilirsən ki, bu 100% yerinə yetiriləcək. Biz də hamımıza minnətdarıq. Biz bu xanım bilir, biz çox danışmırıq belə məclislərdə. Amma sizin bütün bu fəaliyyətiniz, bəlkə də indi burada 50-100 nəfər adam oturubsa, səhərə kimi sizi bir 30.000 adam istəyir. Buna görə hamımız daim belə xoş məramlı olun, xoş üzlü olun, enerjili, pozitiv olun, Dilarə. Teşekkür ederim. Dilarə xanımın bir çoxdan tanıdığı bir xanım var, müəllimədir. Onun yoldaşı haqqında Dilarə xanım yazı yazmışdı və Sədaqət müəllimə, Sədaqət xanım buradadır deyəsən, deyir ki, o məni 10 ildən sonra gəlib tapdı. Çoxdan, 15 ildən sonra. Buradadır xanım, qalsın zəhmət olmasa. Buyurun, sizin adınızı eşitmişəm, üzünüzü görməmişəm. O qədər sizdən danışır, biz çox Dilarə xanımlar. Deməli, Ticarət Nazirliyi katalog hazırlayırdı. Məndə də 5 nəfər, o cümlədən çox qəribə adı olan eski adamın, insanın fəaliyyətinə yazmaq düşdü. Mən də yazdım, ürək sözlər, mən də yazıldığım tutmaq, qələmimdə yanır, parçalanır. Aldılar, evlərdə gedib, intervyu aldı, oğlanlarımla tanış oldum, maşallah, Allah'tan. Onda da böyle kalmaya gibi devam etti. 85 olarak. Yazdım, ses çıkmadı, kitap çaktırdım. Uzun iller derken 20 ilden sonra bir de görünmeden zevk geldi. Görürüm Sədaqət kesiyor, gösterge yazmışım Sədaqət. Bir kapızdayım ben sana, o kadar bana pay getirmiştim. O illerin xəcalatını çıxmışdı, zarafat edeceğim. Ama neyse, vaxt oldu, neyse geldi ve o sevgi dolusu o yazını təzdən mənə yaşatdı. Ve o gündən biz her gün zəngləşdik. Bu gün də mən gəlib tərk edildi. Teşekkür ederiz. Tebrik çatdırarım. Elhamdülillah, bütün xanımlar, beyləri salamlayıram. Mənim üçün böyük bir qürur hissidir ki, belə bir məclisdə iştirak edirəm, üzr istəyirəm kiçiyimizlə və mən sizə deyə bilmirəm ki, nə qədər sevincisi keçirirəm səhərdən. 34 illik müəllimlik fəaliyyətində mənim üçün ən böyük amal, məqsəd millətin balalarının təhsilindən əvvəl tərbiyəsi oldu. Hətta dərs vaxtı Quranımızdan bəzi ayələri gətirirdim uşağı harasa yönətmək üçün. Bəzi müəllim yoldaşlar deyirdi ki, Sədaqət müəllimə, bəlkə bir yoxlama gələr, bir komissiya gələr, bir də pis olar da deyirdim, kim gəlir, gəlsin. Mən onlara sübut eləyəcəm ki, birinci tərbiyədir, sonra təhsildir. Yəni, tərbiyəsi dərin olmayan ailə, uşaq, vətəndaş heç vaxt möhkəm təhsildən ayrıla bilməyəcək. Bunu nəyə görə deyirəm? Sizin kökümüz deyək, belə deyək. İndi mən ədəbiyyatçı deyiləm deyə, bəlkə də cümlələrdə səhvə yol verərək üzr istəyirəm. Sizin yetişdirən kök o qədər dərindir, o qədər qiymətlidir, o qədər əvəzsizdir. Mən elə bir söz tapa bilmirəm ki, sizdə olan bu qabiliyyəti, bu vətənpərvərlik hissim, bu insanlığı, bu danışmanlardan eşitdiyim o tərifləri o sözlə ifadə edin. Amma yenə də deyirəm, Allahıma çox şükür ki, həm burada oturan, başda siz olanlar, xanımlar var ki, bu xanımlar cəmiyyətimizi, mədəniyyətimizi, əxlaqımızı, tərbiyəmizi davam etdirərək gənc nəslə çatdırmağa çalışır. Bu barədə sizin əməyinizin qiyməti yoxdur. İnanın ki, o kitabları mən vərəqlədikcə, böyük bir fəxr hissi keçirirəm ki, ay Allah, çox şükür ki, belə dəyərli insanlarımız var, həkimlərimiz var, alimlərimiz var. Çünki millətin gələcəyinin daha parlaq, daha düzgün, daha, necə deyim sizə, qələbə çalmalı olan insanlar yetişdirmək üçün sizin kimlərə çox ehtiyacımız var. Mən sizi təbrik edirəm. Mən sizə can sağlam və ətrafınızda olan bu dostları Allah sizə çox görməsin. O ailə özü, balalarınızı sizə çox görməsin. Teşekkür edirəm. Yenə deyirəm, var olun, sağlam olun. Bizə Allah qismət eləsin ki, sizin, necə deyim, fəaliyyətinizdən nümunələr götürək. Biz və gənc nəsillər.
Çox təşəkkür edirəm bütün Eşən çox sağ ol. Allah sizi var Çox sağ olun, təşəkkür edirəm. Mən bəyan edim ki, qeyri-hökumət təşkilatlarının Azərbaycanda fəaliyyəti çox aktivləşib və biləsiniz ki, bəlkə 5000-ə yaxın qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib, amma onların 100-ü bəlkə ən fəallardan, onlardan da bəlkə bir 10'u üzdə olanlardan biri də bugünlər burada bizimlə bərabər Esmira xanımdır. Esmira xanımdır. Esmira xanım sizə söz verin. Çox sağ olun. Həm müəllimədir, həm müəllimədir, həm Əməkdar müəllimə də var. Əməkdar müəllimə. Əməkdar müəllimdir, həm QHT rəhbəridir, həm də çox fəal xanımlardan biridir. Çünki bizim keçirdiyimiz bütün tədbirlərdə mən onu fəal iştirak edən görmüşəm. Çox sağ Təşəkkür olun. edirəm ki, burada gəldiniz. Çox sağ olun, təşəkkür edirəm. Elə mən Dilarə xanım bu dəvətnaməni mənə atan dəqiqədən indiyə qədər şadam ki, Dilarə xanım məni bu məclisə dəvət edib. Biz Dilarə xanımla 2004-cü ildən bu tərəfə indiyə qədər tanışıq. Məni Minayə xanım Dəyanət qızı tanış edib. Dedi ki, bu xanım bizim Ağamusa Nağıyevin nəvəsidir. Mən belə elədim. Deyirəm, doğrudan bu canlıdır. Mən gördüm canlıdır. Yəni o qədər sevindim ki, nəyə görə? Çünki repressiya vaxtı onların qohum əqrəbələrini də məhv eləmişdilər. Biz tarixdən oxumuşduq. Rayonda yaşayırdım mən, Quba rayonunda. 96-cı ildə Bakıya gəlmişəm və müəyyən bu canlı karakterləri deyin, canlı insanları deyin görəndə o qədər sevindim ki, mən Dilarə xanımı canlı görürəm və Dilarə xanımı evimə qonaq çağırdım ki, uşaqlarım da görsün, nəvələrim də görsün. Mən onu qeyd eləmədim. Bəli, çox xahiş edirəm ki, bir dəfə Qubaya gəlsin, mən Qubada da onu canlı hamıya göstərim. Yəqin ki, bir gün qismət olar, vaxtını sərf edək. Nə gözəl. Allah şəhidimizə rəhmət eləsin. Mən, düzdür, Bahar xanım məni təqdim elədi. Mən də Respublikanın əməkdar müəllimiyəm. Qabaqcıl təhsil işçisi, yəni nəsə də belə müəllim işləmişəm. Xanımlar deyən kimi 47-46 il müəllim işləmişəm. Və eyni zamanda ailələrə Sosial Dəstək İctimai Birliyinin sədriyəm. 98-ci ildən indiyə qədər işləyirəm. Mən indi istəyirəm ki, cəmiyyətimə görə, cəmiyyətimin fəaliyyətinə görə Dilarə xanımın ailəsindən söhbət danışım, onun ailəsini sizə, o nə qədər böyük bir ailənin, böyük bir nəslin, böyük bir insanı olduğunu haqqında danışım. Dilarə xanım nəinki öz ailəsinə, öz ətrafına, hətta bütün nəslin böyüyüdür. Bütün nəslə rəhbərlik edir. Yəni, onların bütün problemlərini çözməyə çalışır və demək istəyirəm ki, Dilarə xanım kimi hər bir insan özünün babasını, ulu babasını, ondan əvvəlki babasını, hamısını yada salıb belə işlər görməlidir ki, bilinsin ki, bizim tariximiz nədir və bilinsin ki, bəli, biz Azərbaycan Respublikasının tarixini, hətta onun kitablarında Azərbaycan Respublikasının tarixi həkk olunur. Yəni, orada sübut olunur ki, bəli, bu bizim tariximizdir, 100 illik, 200 illik tariximizi qeyd edir o öz kitablarında. Nəinki öz babasını, hətta bizim tariximizi yazır o öz kitablarında. Biz tanış olanda hələ onun bir kitabı çıxmışdı, deyəsən, qalan kitabların hamısı bu dövrlər ərzində çıxıb. Dilarə xanımla biz Ağamusa Nağıyevin qəbrinə də ziyarət eləmişik, getmişik. Orada şəkillərimiz də var bizim. Hər il o ziyarət edib, bir ildə məni də çağırmışdı, mən də getmişdim. Yəni, demək istəyirəm ki, Dilarə xanım dövrümüzün ən gözəl ziyalısıdır, ictimai xadimdir. Bəli, biz, düzdür, deyirlər 85 yaşı var, 1.85-də yaşamağa onu arzu edirəm ki, nəyə görə? Çünki bu fəaliyyət dayanmasın. Və biz, düzdür, mənim də az yaşım yoxdur, 70 yaşım var, ancaq istəyirəm, 70. Yox!
cavan qalmış. Hə, canım. Yəni demək istəyirəm ki, insanlar sadəcə cavan o vaxt qalır ki, Dilarə xanım nə deyəndə deyirəm, o vaxt insanlar cavan qalır ki, onun ürəyi gözəl olur. O heç kəsin pisliyini fikirləşmir. Hamının, bəli, mən özüm şəxsən ailələrə sosial dəstək ictimai birliyi sədri olaraq insanlara kömək edirəm. Sonra o kömək eləmişəm, o şad olub. Onun şadlığı ilə bir həftədə mən şad olmuşam. Bir həftədə mən sevmişəm. Can sağlığı, Allah can sağlığı versin. 185 ildə yaşayın. İndi sonda erk eləyib, qohumları sona saxlamışıq. Ona görə xahiş edirəm, heç kim gezməsə qonaqlar. Qohumları da dinləmək lazımdır. Hələ xatirə şəkil çəkdirəcəyik, harada gediniz? O həm qohumdur, həm ataları dost olur. Nəzakət xanım həm ataları Dilarə xanımın atası ilə onun atası dostdur. Həm də qohumluqlarıdır. Ona görə o cavanlıqdan, uşaqlıqdan hələ Dilarə xanımı tanıyır. Çox qısaca bir məlumat verəcəm. Əvvəla mən təbrik edirəm Dilarə. Nəzakət xanım akademiyada uzun müddətli işləyir. Filologiya üzrə fəlsəfə doktorudur. Mənim canım cigərim. Çox sağ olun. Qarşılığıdır mərhəbətiniz. Əvvəla sizi təbrik edirəm. 2 kəlmə ancaq olacaq. Sonra sizin keçdiyiniz həyat yolu, bax burada öz əksini tapır. Hamı da danışdı. Hamı tanıyır Dilarə xanımın həyat yolu necə oldu, necə gəlir. Amma mən bir şey demək istəyirəm ki, bu həyat yolu elə belə başlamayıb. O ailədən gəlir. Mən bu günləri Dilarə xanımın atası Fərəc əmini xatırlamaq istəyirəm. Mən Dilarə xanımın anası Zəhra xalanı xatırlamaq istəyirəm. Onları Dilarə xanımı dünyaya gətirən, ona tərbiyə verən, onu böyüdən Fərəc əmi ilə Zəhra xaladır. Mən bu günləri onların ruhu şaddır, təkcə onların yox. Həm ağamıza, babamızın ruhu şaddır. Ondan başqa da Dilarənin gözəl bacı qardaşları var. Solmaz xanımın ruhu şaddır. Qardaşı Raufun burada qızı iştirak edir, nəvəsi iştirak edir. Allah onlara da can sağlığı versin. Onların ruhu şaddır ki, bu cür gözəl bibiləri var. Bu cür gözəl nümunə götürüləcək bir bibiləri var. Mən təkcə Çingizin, babamın, hamının, onların ruhu şaddır ki, bu günləri, bax, belə bir gözəl bir məclisdə Dilarə xanımın həm deməli, yubileyi qeyd olunur, həm də onun təzə yazdığı bir kitabın təqdimatıdır. Mən bir daha təbrik edirəm. Allah onların ruhunu şad etsin. Atam haqqında, onların dostluğu haqqında. Çox sağ olun ki, mən bütün xatirəni siz bu dəfə kitaba salmışsınız. Və onların necə deyirlər, Fərəc əmi, biz əmi, Hacı Məhəmməd əmi və Zəhra xala, Safura xala. Bax belə bizim dörtlük. Dörtlük. Allah onları biz davam etsin. Onların dostluğunu, Allah can sağlığı versin ki, hamımıza. Qədər bütün ailə sizlərimizə ki, bu dostluq davam edəsin. Çox sağ olun. Qohumlardan orada əyləşənlər var. Kim söz istəyir, zəhmət olmasa əlini qaldırsın. Dilarə xanım deyəcək. Amma bir də gözəl bir xanımımız var burada əyləşir. Xoşbəxt adam akademiyası. Yanda mən qəşəng deyəcəyim. Beni sallamıyor. Can istəyəcək. Mən onu ictimai cennet adamı çok güzel tanıyorum. Ben orada yok, ben o simayet bizi gösterdi size. Tebessümümüz var. Bir de